Antoine de Saint-Exupéry, Balaca Şahzadə. 1. Hələ 6 yaşım olanda təbiətdən gələn həqiqi hekayələr adlı meşələr haqqında kitabda çox maraqlı bir şəkil gördüm. Şəkildə boğa ilanının bir heyvanı udmağı təsvir olunmuşdu. Kitabda deyilirdi, boğa ilanları öz şikarlarını çeynəmədən bütöv halda udurlar. Daha sonra ilanlar tərpənmir, yemlərini həzm etmək üçün 6 ay yatırlar. Cəngəllikdəki macəralar haqqında bir xeyli düşünüb, rəngli karandaşlarımla ilk rəsmimi çəkdim. Rəsmimi böyüklərə göstərib çəkdiklərimin onlara ürküdücü gəlib-gəlmədiyini soruşdum. Lakin onların cavabı belə oldu. Ürküdücü, məgər şlyapadan kimsə qorxur? Əslində bu çəkdiyim şlyapa deyildi. Bu fil udan boğa ilanının rəsmi idi. Böyüklər rəsmimi başa düşmədiklərinə görə başqa bir rəsm də çəkdim. Bu dəfə böyüklər başa düşə bilsinlər deyə boğa ilanının daxilini təsvir etdim. Çünki onlara həmişə hər şeyi izah etmək lazımdır. Bu dəfə böyüklər mənə boğa ilanının daxildən və zahirdən şəklini çəkməkdənsə, coğrafiya, tarix, riyaziyyat və qrammatika ilə məşğul olmağımı tövsiyə elədilər. Ona görə də 6 yaşımda ikən hələ başlamamış rəssamlıq karyeramı bitirdim. 1 və 2 nömrəli rəsmlərimin uğursuzluğu məni həvəsdən salmışdı. Onsuz da böyüklər heç vaxt heç nəyi olduğu kimi başa düşmürlər. Uşaqlar isə onlara həmişə nəyi isə izah etməli olurlar. Ona görə də başqa bir peşə seçdim və təyyarə idarə etməyi öyrəndim. Dünyanın demək olar ki, çox yerində oldum. Bu yolda coğrafiya həqiqətən də mənə kömək oldu. Mən bir baxışla Çini Arizonadan seçməyi bacarırdım. Gecələr yolunu azan, istiqaməti itirən insanlar üçün bu biliklər çox önəmlidir. Həyatım boyu xeyli insanla rastlaşmışam. Həmin şəxslərin hamısının ciddi işləri olub. Böyüklərlə uzun müddət bir yerdə yaşamışam. Onları çox yaxından tanıyıram. Amma bu onlar haqqında fikrimi dəyişməyib. Nə vaxt daha düşüncəli, təfəkkürlü görünən insanla qarşılaşanda özümlə gəzdirdiyim bir nömrəli rəsmimi göstərib onun fikirlərini soruşurdum. Bununla həmin şəxsin nə dərəcədə anlayışlı olduğunu müəyyənləşdirməyə çalışırdım. Lakin kimliyindən asılı olmayaraq, onların hər biri rəsmi görən kimi, bu şlyapadır deyirdi. Bu sözləri eşidəndən sonra daha həmin insanlara boğa ilanı, cəngəlliklər yaxud da ulduzlar haqqında danışmırdım. Onlarla eyni məsələdən danışmağa çalışır, körpülər, golf, siyasət, yaxud da qalstuklar haqqında söhbətləşirdim. Nəticədə həmin yaşlı insanlar mənim kimi məntiqli gənclərə rastlaşdıqları üçün şad olurdular. 2. Beləliklə özümü həyatda tənha hiss edir, fikirlərimi bölüşəcək adam tapmırdım. Lakin 6 il əvvəl böyük səhrada təyyarə qəzasına düşməyim hər şeyi dəyişdi. Gözlənilmədən motor xarab oldu. Təyyarəmi bir təhər qumlu səhraya endirə bildim. Yanımda köməyimə çatacaq nə mexanik, nə də sərnişin var idi. Çarəsiz qalıb motoru özüm təmir etmək qərarına gəldim. Bu mənim üçün ölüm-qalım məsələsi idi. Çünki cəmi bir həftəlik su ehtiyatım qalmışdı. İlk dəfə idi ki, gecəni insan məskənlərindən 1000 mil aralıda qumlu səhrada keçirməli olurdum. Okeanın ortasında, gəmisi batanda ağac tirlərinin üzərində qalan dənizçidən də daha çətin vəziyyətdə idim. İndi təsəvvürünüzə gətirin ki, səhər tezdən günəşin şəfəqi yenicə görünəndə məni səsləyən incə bir səsi eşidib necə təəccübləndim. O məndən xahiş etdi. Zəhmət olmasa mənə qoyun rəsmi çək. Nə? Mənə qoyun rəsmi çək. Tamamilə çaşbaş halda yerimdən dik atıldım. Gözlərimi möhkəm-möhkəm ovuşdurub ətrafıma göz gəzdirdim. Nəhayət mənə baxan çox balaca bir insan gördüm. Onun ən dəqiq üz cizgilərini bu rəsmdə görə bilərsiniz. Mən onu xeyli sonra çəkmişdim. Şübhəsiz o mənim rəsmimdəkindən daha yaraşıqlı idi. Amma bu mənim günahım deyildi. Böyüklər hələ 6 yaşımda ikən məni elə həvəsdən salmışdılar ki, boğa ilanının daxili və zahiri görünüşünü çəkəndən və tənqidə məruz qalandan sonra bir də rəsm çəkmək fikrinə düşməmişdim. İndi çox böyük bir təəccüb içində bu qeyri-adi varlığa baxırdım. Yəqin ki, xatırlayırsınız. Mən insanlardan 1000 mil uzaqda səhrada pərişan halda qalmışdım. Bu balaca insan isə nə qumların arasında yolunu azana, nə yorğunluqdan, acılıqdan, yaxud da susuzluqdan əziyyət çəkənə, nə də qorxana oxşayırdı. Ona baxanda demək olmazdı ki, bu balaca insan yaşayış məskənlərindən 1000 mil uzaqda səhranın ortasında yolunu azıb. Nəhayət özümü toparlayıb soruşdum. Sən burada nə eləyirsən? O cavabında üzündə ciddi ifadə, pıçıltı ilə yenidən təkrarladı. Xahiş edirəm, mənə qoyun rəsmi çək. Qarşımdakı varlıq o qədər müəmmalı idi ki, onun xahişinə, bəlkə də əmrinə tabe olmamaq mümkün değildi. Qəribə görünsə də, insanlardan 1000 kilometrlərlə uzaqda ölüm təhlükəsi ilə üzbəüz qalsam da,
Cibimdən bir kağız parçası və avtoqələm çıxartdım. Lakin indiyədək daha çox coğrafiya, tarix, riyaziyyat, qrammatika oxuduğumu xatırlayaraq təəssüflə başımı yelləyib balacaya rəsm çəkə bilmədiyimi etiraf etdim. Fərqi yoxdur, mənə qoyun rəsmi çək. Amma heç vaxt qoyun rəsmi çəkməmişdim. Ona görə də çəkə bildiyim 2 şəkildən birini çəkdim. Bu, boğa ilanının zahiri təsviri idi. Balacanın sözləri məni heyrətləndirdi. Yox, yox, mənə fil udmuş boğa ilanının rəsmi lazım deyil. Boğa ilanı çox təhlükəlidir. Fil isə çox böyükdür. Mənim yaşadığım yerdə hər şey çox kiçikdir. Mənə sadəcə qoyun rəsmi çək. İnadımı kənara qoyub ona qoyun rəsmi çəkdim. O rəsmə diqqətlə baxdı. Yox, bu qoyun çox sısqadır, mənə başqasını çək. Mən daha bir qoyun rəsmi çəkdim. Dostum mehribancasına gülümsədi. Sən özün də görürsən ki, bu qoyun deyil, qoçdur. Onun buynuzları var. Mən növbəti dəfə yeni bir rəsm çəkdim. Amma o bunu da bəyənmədi. Bu qoyun çox qocadır. Mən eləsini istəyirəm ki, xeyli yaşasın. Artıq səbrim tükənmişdi. Çünki qısa zamanda təyyarənin motorunu təmir etməli idim. Üzərində deşikləri olan bir qutu rəsmi çəkib onun izahını verməyə çalışdım. Bu qutudur. Sənin istədiyin qoyun bu qutunun içərisindədir. Bayaqdan çəkdiyim rəsmlərin heç birini bəyənməyən balacanın üzündəki sevinci görəndə təəccübləndim. Bu elə mənim istədiyim qoyundur. Səncə bu qoyunu doyuzdura biləcəyik? Nə üçün belə düşünürsən? Çünki mən yaşadığım yerdə hər şey çox kiçikdir. Narahat olma, oradakı ot ona kifayət edəcək. Bu ən balaca qoyundur. Bax, o elə də balaca deyil, indi o yuxuya gedib. O rəsmə tərəf əyilib pıçıldadı. Balaca şahzadə ilə qəribə tanışlığımız beləcə başladı. 3. Onun haradan gəldiyini çox gec öyrəndim. Mənə dayanmadan suallar yağdıran balaca şahzadə özü ən adi suallarıma cavab vermir. Sanki onları heç eşitmirdi. Yalnız hərdən bir təsadüfən dediyi bir neçə kəlmə ilə onun haqqında hər şey öyrəndim. Məsələn, ilk dəfə təyyarəmi görəndə soruşdu. Bu nədir? Bu nəqliyyat növüdür, təyyarədir. Onun vasitəsilə bir yerdən başqa yerə uçurlar. Bu mənim təyyarəmdir, deyə uçduğumu ona fəxrlə söylədim. O həyəcanla qışqırdı. Sən göydən düşmüsən? Bəli, bu çox gülməlidir. Balaca şahzadə şaqqanaq çəkib gülməyə başladı. Onun bu gülüşü məni qıcıqlandırdı. Çünki kiminsə başıma gələnlərə görə məni ələ salmasından xoşum gəlmirdi. Amma söylədiklərini eşidəndə təəccübləndim. Deməli, sən də göydən düşmüsən. Bəs sənin planetin hansıdır? Həmin an öz-özlüyümdə onun haqqında nəsə öyrənməyə yaxın olduğumu düşünüb cəld soruşdum. Deməli, sən başqa planetdən gəlmisən? Şahzadə cavab vermədi. Gözünü təyyarəmdən çəkmədən başını yüngülcə tərpətdi. Əslində, sən bununla uzaqdan gələ bilməzsən, deyib xeyli fikrə daldı. Sonra çəkdiyim qoyun rəsmini cibindən çıxarıb diqqətlə ona baxmağa başladı. Təsəvvür edin ki, onun bu davranışı başqa planetdən olması ilə əlaqədar şübhələrimi daha da artırdı. Bu məsələni dəqiqləşdirmək üçün cəsarətimi toplayıb yenidən soruşdum. Balaca, sən haradansan? Mənim yaşadığım yer sözünü deyəndə haranı nəzərdə tuturdun? Qoyunu hara aparmaq istəyirsən? O, biraz düşünüb dedi. Yaxşı ki, sən bu qutunu mənə verdin. Gecələri qoyun orada qalar. Elədir. İstəsən, onu gündüz vaxtı bağlamağın üçün sənə ip və paya verərəm. Bağlamaq? Bu nə qəribə fikirdir, şahzadə təəccübləndi. Axı onu bağlamasan, qoyun otlayanda yanından uzaqlaşıb aza bilər. Dostum yenidən şaqqanaq çəkdi. Səncə o hara gedə bilər? Hər yerə. Bu mümkün deyil. Mənim yaşadığım yerdə hər şey çox balacadır. Sonra biraz kədərlə pıçıldadı. Onsuz da orada heç kim uzağa gedə bilməz. 4. Beləcə, balaca şahzadə haqqında daha bir dəyərli məlumat öyrənmişdim. Onun gəldiyi planet ev böyüklüyündə idi. Amma bu məni bir o qədər də təəccübləndirməmişdi. Bilirdim ki, bizim yaxşı tanıdığımız Yer, Yupiter, Mars, Venera adlandırdığımız planetlərdən başqa, hətta teleskopla belə görünməyən yüzlərlə kiçik göy cismi var. Astronomlar bu planetləri kəşf edərkən bəzən onları adla deyil, sadəcə rəqəmlərlə adlandırıblar. Məsələn, onlardan birinə 325 nömrəli asteroid adı veriblər. Balaca şahzadənin B612 nömrəli asteroiddən gəldiyinə əmin idim. Bu əminliyimin əsaslı səbəbləri var idi. Bu asteroidi yalnız bir dəfə türk astronom 1909-cu ildə teleskopla görmüşdü. O, bu kəşfini Beynəlxalq Astronomiya Konqresinə təqdim etmiş, lakin türk libasında olduğu üçün heç kim onun sözlərinə inanmamışdı. Görürsünüz, böyüklər belədirlər. Xoşbəxtlikdən türk hökmdar lazımi təqdirdə B612 nömrəli asteroidi dünyaya təqdim etmək üçün Avropa kostyumu geyinməyin zəruri olduğunu, buna əməl etməyənlərin isə edam olunacaqları haqqında qanun imzaladı.
Beləliklə, həmin astronom 1920-ci ildə öz kəşfini yeni, dəbli libasını geyinərək təkrarən konqresə təqdim etdi. Bu dəfə onun təqdimatını hər kəs qəbul elədi. Yuxarıda sizə asteroid haqqında belə ətraflı məlumat verməyimin, onun nömrəsini yazmağımın əsl səbəbkarı böyüklərdir. Çünki onlar rəqəmləri çox sevirlər. Sən onlara yeni bir dostun olduğunu söyləyəndə, onlar heç vaxt soruşmurlar, onun səsi necədir, ən sevdiyi oyunlar hansılardır, onun kəpənək kolleksiyası varmı? Əksinə onlar soruşurlar, onun neçə yaşı var, neçə qardaşı var, çəksi neçədir, onun atası nə qədər pul qazanır. Elə bilirlər ki, bu məlumatlar həmin insanı tanımaq üçün kifayətdir. Əgər böyüklərə desən ki, mən pəncərələrində ətirşah dibçəkləri, damında göyərçin yuvaları olan qırmızı kərpicdən tikilmiş çox gözəl bir ev görmüşəm, onlar heç nə başa düşməyəcəklər. Sən bunu onlara belə deməlisən. Mən 20.000 dollara satılan bir ev görmüşəm. Bu sözləri eşidən kimi sevinəcək, deyəcəklər nə gözəl evdir. Eynilə bunun kimi böyüklərə yaraşıqlı balaca şahzadəni gördüyünü, onun güldüyünü və qoyun olmasını istədiyini deyə bilərsən. Çünki düşünürsən ki, əgər biri qoyun axtarırsa, deməli uydurma ola bilməz. Amma böyüklərə bunun deməyin mənası yoxdur. Onlar çiyinlərini çəkəcək və səninlə uşaq kimi davranacaqlar. Amma sən onlara desən ki, balaca şahzadənin gəldiyi planetin adı asteroid B612-dir, onlar inanacaq və səni narahat etməyəcəklər. Bax, böyüklər belədirlər. Onlardan inciməyin, sadəcə yaşlılara qarşı həmişə təmkinli olmağa çalışın. Böyüklərdən fərqli olaraq bizim kimi həyatı başa düşənlər üçün rəqəmlərin əhəmiyyəti yoxdur. Mən elə bu hekayəni nağıl kimi də başlaya bilərdim. Məsələn, biri var idi, biri yox idi. Ev boyda bir planetdə balaca şahzadə yaşayırdı. O, balaca bir qoyunun olmasını arzulayırdı. Onsuz da həyatı anlayanlar bu hekayənin həqiqət olduğunu başa düşəcəklər. Amma mən kitabımın əyləncə xatirinə oxunmasını istəmirəm. Bu xatirələri dərin bir kədərlə qələmə alıram. Dostumun öz qoyunu ilə birlikdə məni tərk etməsindən artıq 6 il keçib. Onu yazımda təsvir edəcəyəm. Dostumu heç vaxt unutmayacağam. Axı dostu unutmaq olmaz. Çünki hər kəsin dostu olmur. Əgər onu unutsam, onda yalnız rəqəmlərlə maraqlanan böyüklərdən biri olaram. Beləliklə balaca şahzadənin rəsmini çəkmək üçün rəngli boya və karandaş aldım. Axırıncı dəfə yalnız 6 yaşında boğa ilanının daxili və zahiri görünüşündən başqa heç nə çəkməyən biri üçün bu yaşda yenidən rəsm çəkmək çox çətin idi. Mən bu portretləri bacardığım qədər olduğu kimi çəkməyə çalışdım. Lakin bunu nə qədər yaxşı bacarıb-bacarmadığıma əmin deyiləm. Rəsmlərimdən biri çox gözəl alınsa da, digəri əvvəlkinə heç oxşamırdı. Şahzadənin boyunu bəzi yerlərdə hündür, digərlərində qısa çəkmişdim. Üstəlik onun paltarlarının rəngini dəqiq xatırlamırdım. Yenə də əlimdən gələni ən yaxşısını etməyə çalışdım. Nə əla, nə də pis. Ortabab rəsmlər çəkdim. Başqa rəsmlərim də ola bilər. Amma bu mənim günahım deyil. Axı dostum heç vaxt özü haqqında danışmırdı. Yəqin ona elə gəlirdi ki, mən də ona bənzəyirəm. Bəlkə mən də biraz böyüklərə bənzəyirəm. Deyəsən mən də yaşlanıram. 5. Gün keçdikcə bizim hər söhbətimizdə mən balaca şahzadənin planeti, evindən niyə çıxıb getdiyini və səyahəti haqqında yeni məlumatlar öyrəndim. Amma bu, hərdən birdən təsadüfən baş verirdi. Məsələn, 3-cü gün mən Baobab fəlakəti haqqında öyrəndim. Bunu öyrənməyimin səbəbkarı yenə də qoyun oldu. Yeri gəlmişkən çox təəssüf ki, hələ də o qutunun içindəki qoyunu görə bilməmişdim. Balaca şahzadə qəfildən soruşdu. Düzdür ki, qoyunlar balaca kolları yeyirlər? Hə, düzdür. Əla, bunu eşitdiyimə şadam. Deməli, onlar baobab da yeyə bilərlər? Mən ona izah etdim ki, baobab kiçik kol deyil, əksinə, qala hündürlüyündə ağacıdır. Əgər özü ilə hətta bir fil sürüsü götürsə belə, həmin sürü ilə bir baobab ağacını yeyib bitirə bilməz. Balaca şahzadə fil sürüsü haqqında dediklərimə qəhqəhə çəkib güldü. Onda gərək biz onları bir-birinin üstünə qoyaq. Sonra nəsə düşünüb əlavə elədi. Axı baobab ağacı birdən-birə böyümür. Tamamilə düz deyirsən. Bəs sən qoyunun kiçik baobabları yeməyini istəyirsən? Bəs necə? O əminliklə səsləndi. Deməli, bu məsələni də aydınlaşdırmalı idim. Beləliklə öyrəndim ki, balaca şahzadənin yaşadığı planetdə də digər planetlərdəki kimi faydalı və zərərli bitkilər var. Faydalı bitkilər faydalı, zərərli bitkilər isə zərərli toxumlardan cücərir. Nədənsə onların toxumları görünmür. Bu toxumlar torpağın dərinliklərində yuxuya gediblər. Onların hər biri istənilən an oyana bilər. Əvvəlcə balaca, məsum görünən bu bitki yavaş-yavaş böyüyərək günəşə tərəf uzanır.
Əgər bunlar turp yaxud da qızıl gül koludursa, heç kim ona dəymir. Əgər zərərli bitkidirsə, onu tanıyan kimi tez məhv etmək lazımdır. Deməli, balaca şahzadənin də planetində torpağın altında zərərli toxumlar var idi. Və bunlar baobab bitkisinin toxumlarıdır. Baobab elə bir bitkidir ki, vaxtında aşkarlamasan, ondan canını qurtara bilməzsən. O, sürətlə çoxalır. Onun kökləri planetin hər tərəfinə yayıla bilər. Əgər planet çox kiçikdirsə, baobabların kökləri onu parçalaya bilər. Bir dəfə balaca şahzadə bunu mənə belə başa saldı. Əsas odur ki, bu işi qaydaya salasan. Sən səhər tezdən üzünü yuyub, özünü qaydaya saldıqdan sonra planetin təmizliyinə fikir verməlisən. Hər gün yeni cücərmiş baobabları kökündən çıxarmalısan. Bunu edərkən diqqətli olmalısan. Çünki yeni cücərmiş baobab ağacı qızıl gül kollarına çox bənzəyir. Düzdür, biraz cansıxıcı olsa da bu çox asan bir işdir. Bir gün o mənə dedi, yaxşı olar ki, bunları gözəl bir rəsmlə təsvir edəsən. Qoy sənin yaşadığın yerdəki uşaqlar da bu haqda bilsinlər. Bəlkə bir gün səyahət etmək istəyəndə onların işinə yarayar. Bəzən bir işi sabaha saxlamağın ziyanı olmur. Amma məsələ baobab kökünün çıxarılması olsa, nəticəsi ağlasığmaz ola bilər. Mən bir planet tanıyırdım ki, orada tənbəl bir şəxs yaşayırdı. Bir gündə o 3 kiçik zərərli kolu kökündən çıxarmağa tənbəllik edirdi. Mən balaca şahzadənin təsvir etdiyi həmin planetin rəsmini çəkdim. Əslində nəsihət verməyi o qədər də sevmirəm. Baobab təhlükəsi hər tərəfindən ciddi qəbul olunmasa da, belə bir asteroiddə yolunu azan biri üçün çox təhlükəli ola bilər. Ona görə də bu dəfə ənənəmi pozub deyirəm. Uşaqlar, baobablara nəzarət edin. Mən və dostlarım bu təhlükəyə bilmədən etinasız yanaşmışıq. Baobabların təhlükəsi haqqında öyrəndiklərim bu şəklin üzərində daha diqqətlə işləməyimə səbəb oldu. Bəlkə də məndən niyə digər rəsmləri də bu rəsm qədər möhtəşəm və daha təsirli çəkmədiyimi soruşacaqsınız. Cavab çox sadədir. İndiyədək bütün rəsmlərim üzərində çox çalışmışdım. Lakin bu məsələnin necə təhlükəli və təxirə salınmaz olmağı baobabları daha uğurlu çəkməyimə səbəb olmuşdu. 6. Ah, balaca şahzadə, hər gün azacıq da olsa sənin kədərli həyatının sirləri mənə aydın olurdu. Uzun zaman sənin yeganə əyləncən gün batımına baxmaq olmuşdu. Bunu mən 4-cü gün səhər öyrəndim. Həmin gün balaca şahzadə dedi, mən gün batımını çox sevirəm. Gəl gedək birlikdə seyr edək. Axı biz gözləməliyik. Gözləmək? Nə üçün? Biz günəşin qürubunu gözləməliyik. Əvvəlcə o duruxdu, sonra o sözlərinə güldü. Elə bilirəm ki, evdəyəm. Hamı bilir ki, Amerikada günorta olanda Fransada gün qürub edir. Əgər sən Fransaya 1 dəqiqəyə uça bilsəydin, axşamı gözləmədən gün batımını orada seyr edərdin. Çox təəssüf ki, Fransa buradan çox uzaqdadır. Amma balaca şahzadə, sənin balaca planetində stulunu bir neçə addım irəli qoymağın kifayətdir ki, günün batmasını və qaranlığın düşməsini istədiyin vaxt görə biləsən. Bir dəfə mən günəşin batmağını 44 dəfə görmüşdüm. Bilirsən, insan kədərli olanda gün batımını seyr etmək istəyir. Balaca şahzadə az qala pıçıltı ilə dilləndi. Bəs sən gün batımını 44 dəfə seyr etdiyin vaxt kədərli idin? Balaca şahzadə cavab vermədi. 7. 5-ci gün balaca şahzadə haqqında bir qədər də məlumat əldə etdim. Buna görə də yenə qoyuna borcluyam. O sanki uzun müddət götür-qoy edirmiş kimi qəfildən soruşdu. Əgər qoyun kiçik kolları yeyirsə, deməli o çiçəklər də yeyəcək. Qoyun tapdığı hər bitkini yeyir. Tikanları olan çiçəkləri də, tikanları olan çiçəkləri də. Onda tikanlar nə üçün lazımdır? Bəs çiçəkləri qorumaq üçün deyil? Həmin an təyyarəmin mühərrikindəki boltu açmağa çalışırdım. Təyyarədəki nasazlığın daha ciddi olduğunu başa düşdükcə narahatlığım da artırdı. Su ehtiyatım azaldıqca daha çox həyəcan keçirirdim. Amma o suallarının cavabsız qalmasını xoşlamırdı. Ona görə də yenidən soruşdu. Tikanlar nə üçün lazımdır? Tikanlar əslində lazımsızdır. Onlar yalnız digər canlıları incitmək üçündür, deyərək bolta görə keyfin pozulduğu üçün ilk ağlıma gələn cavabı verdim. Araya sükut çöktü. Balaca şahzadə qəfildən biraz incik halda dilləndi. Mən sənə inanmıram. Çiçəklər çox zəif və zərifdir. Tikanlar onlara cəsarət verir. Onlara elə gəlir ki, tikanları onların ən güclü silahlarıdır. Mən cavab vermədim. Öz-özümə, bu bolt yenə açılmasa onu çəkizlə açmalıyam deyə götür-qoy edirdim. Şahzadə məni düşüncələrimdən ayırdı. Deməli sən həqiqətən də çiçəklərin... Yox, ucadan dedim.
Yox, yox. Əslində belə düşünmürəm. Sənə düşünmədən cavab verdim. Görmürsən, daha vacib işlərim var. Vacib işlərim var? O heyrətlə mənə baxırdı. Əlimdə çəkic vardı. Barmaqlarım motorun yağına bulaşmışdı. Onun eybəcər saydığı əşyaya doğru əyilmişdim. Sən eynilə böyüklər kimi danışırsan, heç nə başa düşmürsən. Bu sözləri eşidəndə biraz utandım. O çox əsəbiləşmişdi. Narazı halda başını tərpətdi. Mən bir planet tanıyıram. Orada qırmızı sifət bir kişi yaşayır. O heç vaxt çiçək qoxulamayıb, ulduzları seyr etməyib, heç vaxt heç kəsi sevməyib. Həyatı boyu rəqəmləri hesablamaqdan başqa heç bir iş görməyib. Üstəlik bütün günü sənin kimi dayanmadan təkrarlayır ki, mən vacib işlərlə məşğulam. Buna görə özü ilə fəxr edir. Amma o şəxs insan deyil, o əslində göbələkdir. Nə? Göbələk. Balaca şahzadə əsəbdən rəngi qaçmış halda danışırdı. Milyon illərdir ki, çiçəklərin tikanları var. Buna baxmayaraq milyon illərdir ki, qoyunlar onları yeyirlər. Lazımsız olduğu halda çiçəklərin niyə tikan yetişdirdiyini anlamaq vacib məsələ deyilmi? Qoyunlar və çiçəklər arasında mübarizə önəmli deyilmi? Düşünürsən ki, qombul qırmızı sifət bir kişinin haqq hesabı daha ciddi məsələdir? Mənim planetimdə heç bir yerdə olmayan, yalnız mənim bildiyim, bütün kainatda bənzəri olmayan bir qızıl gül açır. Günlərin bir günü səhər tezdən balaca bir qoyunun onu bir dəfəyə yeyib məhv etməsi sənin üçün əhəmiyyətli deyil? Əgər birinin sevdiyi bir çiçək milyonlarla ulduzun yalnız birində bitirsə, ulduzlara baxmaq onu xoşbəxt edir. Çünki haradasa uzaqlarda onun çiçəyi yaşayır. Əgər qoyun bənzərsiz çiçəyi yesə, həmin insan üçün bütün ulduzlar sönə bilər. Sənin üçün bu önəmli deyil? Balaca şahzadənin üzü qıpqırmızı olmuşdu. Daha davam edə bilməyib ucadan hönkürməyə başladı. Qaranlıq düşmüşdü. Əlimdəki alətləri kənara atdım. İndi çəkici, boltu, susuzluğu, ölümü düşünə bilməzdim. Bir ulduzda, planetdə, mənim Yer adlı planetimdə bir şahzadə ağlayırdı və onu sakitləşdirmək lazım idi. Onu qucağıma alıb dedim, sənin sevimli çiçəyin təhlükədə deyil. Sənin qoyunun üçün ağızlıq çəkəcəyəm. Çiçəyin ətrafına isə hasar rəsmi çəkəcəyəm. Ona başqa nə deyəcəyimi bilmirdim. Öz hərəkətimə görə utanırdım. Özümü günahkar sayırdım. Yenidən onun ürəyinə, bu sirli göz yaşları diyarına necə yol tapacağımı bilmirdim. 7. Tezliklə bu çiçək haqqında daha ətraflı öyrəndim. Balaca şahzadənin planetində çiçəklər hamısı çox sadə idi. Onların yalnız bir neçə ləçəyi olur. Çox az yer tuturlar və heç kimi narahat etmirdilər. Gündüzlər otların arasından qalxır, gecələr yoxa çıxırdılar. Bir gün şahzadə yeni bir çiçəyin cücərtisini görür. Öz planetində ilk dəfə gördüyü bu çiçəyin böyüməsini diqqətlə izləyir. Əvvəlcə onun yeni bir babab növü olduğunu düşünür. Biraz uzanan gövdənin ucunda qönçə peyda olur. İlk dəfə belə böyük qönçə görən şahzadə qönçənin möcüzəli çiçəyə çevriləcəyini hiss edirdi. Çiçək hələ açmağa tələsmirdi. Hər gün öz yaşıl otağında biraz da gözəlləşirdi. Sanki öz rənglərini diqqətlə seçirdi. Ləçəklərini bir-biri uyğunlaşdırır, yavaş-yavaş geyinirdi. Lalə kimi səliqəsiz açılmaq istəmirdi. Öz gözəlliyini dünyaya göstərmək istəyirdi. Bəli, o çox nazlı qəmzəli idi. Çiçəyin bəzənib düzənməyi bir neçə gün çəkdi. Nəhayət, bir səhər gün doğarkən o özünü göstərdi. Açılmaq üçün xeyli çalışan bu gözəl çiçək, qızıl gül əsnəyib dedi. Bağışlayın məni, mən çətinliklə oyandım. Ləçəklərim yenə də çox səliqəsizdir. Sən necə də gözəlsən. Yox, mən gözəl deyiləm. Günün çıxması ilə eyni zamanda açıldım. Deyəsən yemək vaxtıdır. Zəhmət olmasa mənim qayğıma qalın. Şahzadə tələsik su səpəni tapıb çiçəyinə təmiz su verdi. Çox keçmədi, onun lovğalığı şahzadəni incitməyə başladı. Məsələn, bir gün qızıl gün öz 4 tikanı ilə lovğalanaraq dilləndi. Pələnglər bura gəlsə, mən onların caynaqlarından qorxmaram. Bu planetdə pələng yaşamır, həm də pələnglər ot yemir. Mən ot deyiləm, bağışla məni. Mən pələnglərdən heç qorxmuram, bircə küləkdən qorxuram. Yəqin ki, məni küləkdən qorumaq üçün örtük tapa bilərsən. Bir bitkinin küləkdən qorxması heç ağlabatan deyil. Bu çiçək çox qəribədir. Gecələr gərək üzərimi şüşək kürə ilə örtəsən. Sizin planetiniz çox soyuqdur. Mən gəldiyim yerdə deyib qəfildən sözünü yarımçıq kəsdi. O, toxum olaraq buraya gəlmişdi. Digər yerlər haqqında içinə bilmirdi. Uydurduğu yalandan utanıb 2-3 dəfə öskürdü və şahzadəni utandırmaq üçün yenidən soruşdu. Bəs örtük harada qaldı? Mən elə indicə onu axtarmağa gələcəkdim. Sadəcə sözünü yarımçıq qoymaq istəmədim. Sonra şahzadə vicdan əzabı çəksin deyə qızıl gül bir neçə dəfə öskürdü.
Şahzadə çiçəyini çox sevsə də, bir müddət sonra ürəyində tərəddüd etməyə başladı. O, çiçəyinin söylədiyi hər mənasız sözü ciddi sayır, bu isə onu bikef edirdi. Bir gün şahzadə mənə etiraf etdi ki, gərək çiçəyin sözlərinə fikir verməyəydi. Çiçəklərə qulaq asmaq olmaz, onlar yalnız seyr etmək və qoxlamaq üçündür. Çiçəyim ətri ilə planetimi bihuş etmişdi, amma mən onun gözəlliklərindən zövq ala bilmirdim. Çünki onun tikanları haqqında danışdığı əfsanələr məni məyus etmişdi. Əslində həmin vaxt heç nəyi başa düşmürdüm. Mən onun sözlərinə görə deyil, əməllərinə görə dəyərləndirməli idim. O, öz gözəlliyi və ətri ilə mənim həyatımı gözəlləşdirmişdi. Gərək onu tərk etməyəydim. Onun şıltaqlıqlarının arxasında gizlənən böyük sevgisini görməli idim. Çiçəklər çox dəyişkəndir. Mən isə çox gənc idim və hələ sevməyi bilmirdim. 9-cu. Yəqin şahzadə öz planetini köç edən quşlarla birlikdə tərk etmişdi. Həmin günün səhəri planetini səliqə-səhmana salmış, oradakı vulkanları yaxşıca təmizləmişdi. Planetdə 2 aktiv vulkan var idi. Onlar səhər yeməyini isitmək üçün çox rahat idi. Amma o hər ehtimala qarşı aktiv vulkanlarla yanaşı sönmüş vulkanı da təmizləmişdi. Əgər vulkanları yaxşı təmizləsən, onlar püskürmür, yavaş-yavaş yanır. Axı vulkanlar da balacalar kimidir. Vaxtında təmizləsən, yanğın baş verməz. Yer kürəsi çox böyük olduğundan biz vulkanları təmizləyə bilmirik. Ona görə də vulkanlar dəhşətli şəkildə püskürüb bizə çətinliklər yaradır. Balaca şahzadə kədərli halda təzə cücərmiş sonuncu baobab kollarını təmizləyir. O əmin idi ki, bir daha bura geri qayıtmayacaq. Səfərə çıxdığı həmin günün səhəri isə hər gün gördüyü bu işləri çox vacib sayırdı. Hər hərəkəti ona daha qiymətli gəlirdi. Axırıncı dəfə çiçəyinə su verib, şüşə kürə ilə onun üstünü örtməyə hazırlaşanda gözləri doldu. Salamat qal, o çiçəyinə doğru əyilib qəhərlənmiş halda pıçıldadı. Amma Qızılgül cavab vermədi, şahzadə bir daha təkrarladı. Qızılgül öskürdü, amma hiss olunurdu ki, soyuqlamayıb, nəsə deməyə hazırlaşır. Nəhayət o səsi qırıla-qırıla dilləndi. Səninlə axmaqcasına davrandım, məni bağışla, sənə uğurlar. Şahzadə lap mat-məhtəl qalmışdı. İlk dəfə idi ki, çiçəyi ona tənəli sözlər demirdi. O, əlində şüşə kürəyə donuxub qalmışdı. Qızılgülün ona qarşı niyə belə mülayim davranmasının səbəbini başa düşə bilmirdi. Mən səni çox sevirdim. Günahım sənə sevgimi göstərməmək idi. İndi bunun əhəmiyyəti yoxdur. Çünki sən də mənim kimi axmaq idin. Xoşbəxt ol. Kürəni kənara qoy. Artıq ona ehtiyacım yoxdur. Bəs külək? Bərk soyuqlamamışam. Əksinə, axşamın sərin mehi mənə yaxşı təsir göstərəcək. Axı mən çiçəyəm. Bəs vəhşi heyvanlardan qorxmursan? Hə, mən 2-3 dənə tırtılın ətrafımda sürünməsinə dözə bilərəm. Çünki kəpənəklərlə tanış olmaq istəyirəm. Onlar çox gözəldirlər. Əgər kəpənəklər, tırtıllar olmasa, kim məni ziyarət edəcək? Axı sən də uzaqlarda olacaqsan. Vəhşi heyvanlara gəldikdə isə, mənim tikanlarım var, onlardan qorxmuram, deyərək sadəlövcəsinə tikanlarını göstərdi. Yaxşı, yubanma, madam ki getmək qərarına gəlmisən, get. O çox qürurlu çiçək idi. Kiminsə onun ağladığını görməsini istəmirdi. 10-cu. Şahzadə yeni biliklər öyrənmək üçün əvvəlcə 325, 326, 327, 328, 329 və 330 nömrəli qonşu asteroidlərə səyahət elədi. Asteroidlərin birincisində kral yaşayırdı. O, sincab xəzindən hazırlanmış kraliyyət libasında, sadə, eyni zamanda da əzəmətli taxtında oturmuşdu. O, şahzadəni görəcək ucadan səsləndi. Budur, təbəə gəldi. Görəsən o məni haradan tanıyır? Axı ilk dəfədir ki, məni görür. Şahzadə öz-özünə düşünərək dodağının ucunda pıçıldadı. O, hələ də bilmirdi ki, krallar üçün insanların hamısı sadəcə təbəədir. Bura gəl, səni yaxından görmək istəyirəm. Sanki kral olmağından qürur duyaraq əmr verirmiş kimi dilləndi. Balaca şahzadə ətrafına göz gəzdirib əyləşməyə yer axtardı. Ancaq planet çox darısqalı idi. Kralın göz oxşayan sincab xəzindən olan libası isə demək olar ki, bütün planeti örtdüyü üçün şahzadə ayaq üstə qaldı. O, yorğun olduğu üçün ağzını geniş açıb əsnədi. Kralın qarşısında nə cürətlə əsnəyirsən? Əsnəməyi sənə qadağan edirəm. Mən uzun yol gəlib çox yorulduğuma görə istəmədən əsnədim. Yaxşı, onda sənə əsnəməyi əmr edirəm. Artıq uzun illərdir ki, heç kimin əsnəməyini görmürəm. Hətta bu mənim üçün çox maraqlıdır. Yaxına gəl, bir daha əsnə, bu bir əmrdir. Qorxmuram, amma daha əsnəyə bilmirəm, deyə şahzadə utanaraq mızıldadı.
Onda mən sənə hərdən bir əsnəməyə əmr edirəm, deyə kral donquldandı. Elə bil biraz da keyfi pozuldu. Axı onun üçün hər şeydən vacib olan şey hökmranlığını qorumaq idi. O, itaətsizliyi qəbul edə bilməzdi. Amma əsl hökmdar olmaqla bərabər, həm də yaxşı insan olan kral ağıllı əmrlər verirdi. Məsələn, deyirdi ki, əgər generala desəm ki, özünü qağayıya çevir və general özünü qağayıya çevirə bilməsə, deməli günah onda deyil, məndədir. Şahzadə ehtiyatla soruşdu. Əyləşə bilərəm? Mən sənə əyləşməyi əmr edirəm. Kral libasının ətəyinin bir qatını özünə tərəf dartaraq dedi. Bu planet çox kiçik idi. Şahzadə kralın nəyi idarə etdiyini öyrənmək istədi. Kral həzrətləri, icazə verin sizə bir sual verim. Sənə sual verməyi əmr edirəm. Kral həzrətləri, siz nəyi idarə edirsiniz? Hər şeyi, kral əzəmətli sadəliklə bildirdi. Hər şeyi, kral əli ilə öz planetini və digər planetləri göstərdi. Bu gördüyümüz hər yeri, balaca şahzadə yenə soruşdu. Hər yeri, kral cavab verdi. Onun hakimiyyəti sadəcə mütləq hakimiyyət deyildi, həm də bütün kainata nüfuz edən universal hakimiyyət idi. Ulduzlar da sizə tabe olur? Əlbəttə ki, onlar mənə həmişə tabe olur, axı mən itaətsizliyi qəbul edə bilmərəm. Balaca şahzadə kralın qüdrətinə heyran qalmışdı. Əgər onun da bu cür qüdrəti olsaydı, onda günəşin qürubunu bir gündə 44 dəfə yox, 72, 100 və hətta 200 dəfə stulunu tərpətmədən seyr edə bilərdi. Şahzadə doğma planetini xatırlayıb kədərləndi. Sonra cəsarətini toplayıb kraldan xahiş elədi. Mən günəşin qürubunu görmək istəyirəm. Siz günəşə qürub etməyi əmr edə bilərsiniz? Əgər mən generala kəpənək kimi çiçəkdən çiçəyə qonmağı, dram əsəri yaratmağı, qağayıya çevrilməyi əmr etsəm və o bu əmrləri yerinə yetirə bilməsə, bunun günahkarı kim olacaq? General yoxsa mən? Siz, düzdür, bir insan digərindən yalnız onun bacara biləcəyi işləri tələb edə bilər. İdarəçilik hər şeydən əvvəl səmərəli olmalıdır. Əgər sən öz təbələrindən özlərini dənizə atmalarını istəsən, onlar sənə qarşı üsyan edərlər. Mənim əmrlərim məntiqli olduğuna görə təbələrimdən itaət tələb etməyə haqqım var. Bəs gün batımı? Balaca şahzadə vədini kralın yadına saldı. O, heç vaxt verdiyi sualları unutmurdu. Sən gün batımını görəcəksən. Mən günəşə batmasını əmr edəcəyəm. Amma mənim qayda-qanunlarıma görə əmr vermək üçün şərtlər münasib olmalıdır. Bəs nə vaxt şərtlər münasib olacaq? Deyə kral vaxtı dəqiqləşdirmək üçün qalın təqvim cədvəllərini vərəqlədi. Təxminən bu axşam saat 8-ə 20 dəqiqə qalmış olacaq. Sən onda mənim qüdrətimi görəcəksən. Balaca şahzadə əsnədi. O, sevdiyi gün batımını seyr edə bilmədiyi üçün təəssüfləndi. Artıq bura onun üçün darıxdırıcı idi. Burada bir işim qalmadı, yola düzəlmək vaxtıdır. Getmə, mən səni nazir təyin edəcəyəm. Nə naziri? Ədalət naziri. Bəs mən burada kimi mühakimə edəcəyəm? Hələ müəyyənləşdirməmişəm. Mən hələ krallığımı düz əməlli gəzməmişəm. Mən çox qocayam. Burada faytonla gəzməyə yer yoxdur. Piyada gəzəndə isə çox yoruluram. Amma mən artıq hər tərəfi nəzərdən keçirmişəm. Balaca şahzadə çevrilib yenidən ətrafına baxdı, lakin yenə heç kimi görmədi. Onda sən öz-özünü mühakimə edə bilərsən. Həyatda özünü mühakimə etmək, başqalarını mühakimə etməkdən qat-qat çətindir. Əgər özünü mühakimə etməyi bacarsan, deməli ən müdrik insansan. Tamamilə haqlısınız, lakin mən özümü istənilən yerdə mühakimə edə bilərəm. Bunun üçün bu planetdə qalmağıma ehtiyac yoxdur. Mənə elə gəlir ki, planetimin hansısa bir küncündə qoca bir siçovul yaşayır. Çünki gecələr onun dişləri ilə nəyisə gəmirməsini, xırçıltı səsini eşidirəm. Sən həmin qoca siçovulu mühakimə edə bilərsən. Hərdən bir ona ölüm hökmü də verə bilərsən. Onun həyatı sənin mühakiməndən asılı olacaq. Amma hər dəfə ölüm hökmü verdikdən sonra gərək onu bağışlayasan. Çünki planetdə bir dənə siçovulumuz var. Gərək ona qarşı çox qəddar olmayaq. Mən heç kəsə ölüm hökmü verə bilmərəm. Həm də artıq getməliyəm. Yox, kral qətiyyətlə etiraz elədi. Lakin şahzadə artıq getməyə hazır idi. Sadəcə qoca hökmdarı məyus etmək istəmirdi. Kral həzrətləri, onda sizə dərhal itaət etməyim üçün mənə tutarlı əmrlər verin. Məsələn, mənə bir dəqiqəyə çıxıb getməyimi əmr edə bilərsiniz. Məncə, indi bunun üçün müvafiq şərait var. Şahzadə ayaq saxlayıb kralın cavabını gözlədi. Onun dillənmədiyini görüb dərindən bir ah çəkib yola düzəldi. Səni özümə səfir təyin edərəm, deyə kral onun ardınca ucadan əmrlə səsləndi. Onun üzündə amiranə bir ifadə var idi.
Hə, böyüklər doğrudan da çox qəribədirlər, deyə balaca şahzadə yola çıxarkən öz-özünə düşündü. 11-ci. İkinci planetdə şöhrətpərəst yaşayırdı. O, uzaqdan balaca şahzadənin gəldiyini görən kimi ucadan səsləndi. Budur, pərəstişkarım məni ziyarət etməyə gəlib. Şöhrətpərəst insanlar elə bilirlər ki, hamı onların pərəstişkarıdır. Sabahınız xeyir, sizin nə qəribə şlyapanız var. Bu şlyapa təzim etmək üçündür, amma təəssüf ki, heç kəs buradan keçmir. Hə, şöhrətpərəstin dediklərindən heç nə başa düşməyən şahzadə təəccübləndi. Əl çal. Balaca şahzadə əl çaldı. Şöhrətpərəst şlyapasını çıxarıb ədəbərkanla təzim elədi. Bura kralın planetindən daha əyləncəlidir, deyə şahzadə öz-özünə düşünüb bir də əl çaldı. Şöhrətpərəst də öz növbəsində yenidən şlyapasını çıxarıb ona təzim elədi. 5 dəqiqə beləcə davam etdi. Şahzadə bu cansıxıcı oyundan darıxmağa başladı. Nəhayət o soruşdu. Bəs şlyapanın düşməsi üçün nə etmək lazımdır? Şöhrətpərəst adam özünü eşitməzliyə vurdu. Çünki şöhrətpərəst adamlar tərifdən başqa heç nəyi eşitmək istəmirlər. O, şahzadədən soruşdu. Mənə çoxmu pərəstiş edirsən? Pərəstiş etmək nə deməkdir? Mənə pərəstiş edirsənsə, deməli məni bu planetin ən yaraşıqlı, varlı, dəbli geyinən, ağıllı insanı sayırsan. Axı sizdən başqa bu planetdə heç kim yaşamır. Gəl mənə bir xeyirxahlıq et. Mənə sadəcə pərəstiş et. Mən sizə pərəstiş edirəm. Axı nə üçün bu məsələ sizə bu qədər önəmlidir? Balaca şahzadə təəccüblə çiynini çəkib yola düzəldi. Yenə də öz-özünə təkrarladı. Böyüklər doğrudan da çox qəribədirlər. 12-ci. Növbəti planetdə əyyaş yaşayırdı. Şahzadənin bu səyahəti çox qısa olmuş və orada gördükləri onu çox məyus etmişdi. O, planetə çatanda qarşısında çoxlu boş və dolu butulkalar olan stolun arxasında sakitcə oturmuş bir kişini görüb soruşdu. Siz nə edirsiniz? İçki içirəm, deyə əyyaş kədərlə cavab verdi. Bəs nə üçün içki içirsiniz? Unutmaq üçün içirəm. Nəyi unutmaq üçün, deyə şahzadə soruşdu. Onun əyyaşa çox yazığı gəlirdi, ona kömək etmək istəyirdi. Utandığımı unutmaq üçün içirəm. Niyə utanırsınız? İçki içdiyim üçün utanıram, deyə əyyaş nitqini tamamlayıb sustu. Balaca şahzadə çaşqınlıq içində öz-özünə bu böyüklər həqiqətən də çox, lap çox qəribədirlər, deyib yenidən yola düşdü. 13-cü. 4-cü planet iş adamına məxsus idi. O elə məşğul idi ki, balaca şahzadə gələndə hətta başını belə qaldırıb baxmadı. Sabahınız xeyir, sizin siqaretiniz sönüb. 3 ilə 2-nin cəmi 5, 5 ilə 7-nin cəmi 12, 12 ilə 3-ün cəmi 15 edər. Sabahın xeyir, 15 və 7-nin cəmi 22 edir. 22 və 6-nın cəmi 28. Siqareti yandırmağa vaxtım yoxdur. 26 və 5-in cəmi 31 edir. Tfu, onda bu 501 milyon 622 min 731 edər. 500 milyon nə? Ey, sən hələ buradasan? 501 milyon, mənim vaxtım yoxdur. Bekar adam deyiləm ki, səninlə boş-boş söhbətlər edim. Mənim daha vacib işlərim var. 2 və 5-in cəmi 7 edəcək. 501 milyon nə? Deyə balaca şahzadə bir də soruşdu. Axı o suallarına cavab almasa əl çəkən deyildi. İş adamı başını qaldırdı. Mən 54 ildir ki, bu planetdə yaşayıram. Məni yalnız 3 dəfə narahat ediblər. Birinci dəfə 22 il əvvəl haradansa axmaq bir may böcəyi peyda olmuşdu. O elə dəhşətli səs çıxarırdı ki, onun ucubatından hesablamada 4 dəfə səhv etdim. İkinci dəfə 11 il əvvəl oturaq həyat tərzim olduğu üçün və az idman etdiyimə görə kəskin revmatizm ağrılarım tutdu. Bu isə 3-cü dəfədir. Harada qalmışdım? Hə, 501 milyonlar, milyonlarla nə? İş adamı başa düşdü ki, bu suala cavab verməsə, ondan canını qurtara bilməyəcək. Əlacı kəsilib dedi. Səmada hərdən bir görünən bambalaca milyonlarla cisimlər. Onlar uçur? Yox, parıldayır. Arıları nəzərdə tutursunuz? Yox. Bunlar tənbəl insanların baxıb mənasız xəyal qurduğu balaca qızılı cisimlərdir. Mənim isə onlara baxıb mənasız xəyal qurmağa vaxtım yoxdur. Axı daha vacib işlərlə məşğulam. Aha, siz ulduzları deyirsiniz? Hə, ulduzları deyirəm. Bəs siz bu 500 milyon ulduzu neyinirsiniz? 501 milyon 622 min 731. Mən ciddi insanam, dəqiq insanam. Bəs bu ulduzlar sizin nəyinizə lazımdır? Onlar mənim nəyimə lazımdır? Aha, heç, mən onların sahibiyəm. Onların sahibisiniz? Bəli. Mən bir kral görmüşdüm, o mənə, krallar heç nəyə sahib olmurlar. Onlar sadəcə idarə edirlər. Bu çox qəliz məsələdir.
Bəs sizə ulduzlara sahib olmaq nə qazandırıb? Mənə var-dövlət qazandırıb. Bəs var-dövlət sizə nə qazandırıb? Var-dövlət mənə yeni ulduzlar almağa imkan verəcək. Bu adam az da olsa o biri planetdə gördüyüm əyyaşa bənzəyir, deyə şahzadə düşündü. Amma onun başqa sualları da var idi. Bəs ulduzlara necə sahib olmaq olar? Ulduzlar kimindir? Bilmirəm, yəqin ki, heç kimindir. Deməli, onlar mənimdir. Çünki bu fikir ilk dəfə mənim ağlıma gəlib. Bəyən bu kifayət edir? Əlbəttə. Əgər tapdığın almazın sahibi yoxdursa, deməli o sənindir. Kəşf etdiyin adanın sahibi yoxdursa, deməli o sənindir. Əgər ağlına hər kəsdən öncə bir fikir gəlirsə, deməli ona görə patent alıb ona sahib ola bilərsən. Məndən əvvəl heç kim ulduzlara sahiblənməyi düşünməyib. Deməli onların sahibi mənəm. Hə, düz deyirsiniz. Bəs siz ulduzlarla nə etməyi düşünürsünüz? Mən onları idarə edirəm, onları sayıram, sonra yenidən sayıram. Bu çox çətin işdir, amma həmişə çox vacib işlə məşğul oluram. Bu cavablar yenə də balaca şahzadəni qane etməmişdi. Ona görə də suallarını dayandırmadı. Əgər mənim ipək bir şərfim olsa, onu boynuma dolayar, istədiyim yerə gedə bilərəm. Əgər bir çiçəyim olsa, onu dərər, özümlə istədiyim yerə aparardım. Amma siz ulduzları göy üzündən qopara bilməzsiniz. Xeyr, bunu bacarmaram. Amma mən onları banka qoya bilərəm. O nədir? Mən ulduzlarımın sayını kiçik bir kağıza yazıb kağızı çəkməcəyə qoyub, onu açarla bağlaya bilərəm. Elə bu mənə kifayət edir. Bu əyləncəlidir, hətta bir qədər də ulduzlar haqqında şeirə bənzəyir. Amma bu o qədər də ciddi bir iş deyil. Balaca şahzadə ciddi işlər barədə böyüklərdən daha fərqli düşünürdü. Mənim bir çiçəyim var, ona hər gün su verirəm. Planetimdə 3 vulkanım var. Onları hər gün təmizləyirəm. Onlardan biri sönüb, amma hər ehtimala qarşı onu da təmizləyirəm. Onlara sahiblənərək vulkanlara fayda verirəm. Amma sizin ulduzlara heç bir faydanız yoxdur. İş adamı cavab vermək üçün ağzını açdı, amma bir söz deyə bilmədi. Şahzadə öz-özünə, böyüklərin hamısı çox qəribədir, düşünüb səyahətinə davam elədi. 14-cü. 5-ci planet çox qəribə və olduqca kiçik idi. Burada yalnız bir küçə fənəri və bir də fənərçi var idi. Heç bir sakini olmayan bir planetdə küçə fənərinin və fənərçinin olması şahzadəni təəccübləndirdi. Yenə də öz-özünə danışmağa başladı. Bəlkə də bu insanın işi qəribə görünür. Amma o, kral, şöhrətpərəst, iş adamı, əyyaş kimi boş işlərlə məşğul olmur. Ən azı daha faydalı bir işlə məşğul olur. O, lampanı hər gün yandıranda yeni bir ulduza, yaxud bir çiçəyə həyat verir. Lampanı söndürəndə ulduzları və çiçəkləri yatmağa göndərir. Bu, çox gözəl, həm də çox faydalı bir işdir. Şahzadə planetə çatanda hörmətli fənərçini salamladı. Sabahınız xeyir, siz nə üçün bu fənəri söndürdünüz? Sabahın xeyir, qaydalar belədir, fənərçi cavab verdi. Bu hansı qaydalardır? Qaydalara görə mən fənəri söndürməliyəm. Axşamın xeyir, deyib fənəri yenidən yandırdı. Bəs nə üçün fənəri yenidən yandırdınız? Qaydalar belədir. Düzü heç nə başa düşmədim. Burada qəliz bir şey yoxdur. Sadəcə qaydalar belədir. Sabahın xeyir deyib yenidən fənəri söndürdü. Sonra qırmızı damalı cib dəsmalı ilə alnının tərini sildi. Mənim işim çox çətindir. Əvvəllər bu iş daha asan idi. Səhərlər lampanı yandırırdım, gecələr isə yenidən söndürürdüm. Gün ərzində dincəlir, gecələri isə rahat yatırdım. Sonra qaydalar dəyişdirildi. Qaydalar dəyişdirilməyib. Problem budur ki, ildən ilə planet daha sürətlə dövr etməyə başladı. Bəs indi necədir? İndi planet bir dövrü bir dəqiqəyə başa vurur və mənim indi istirahət etməyə bir dəqiqə belə vaxtım yoxdur. Cəmi bir dəqiqə həm fənəri yandırmalı, həm də söndürməliyəm. Bu çox əyləncəlidir. Deməli, burada sizin planetinizdə günlər bir dəqiqəyə bərabərdir. Bu, bir o qədər də əyləncəli deyil. Məsələn, biz indi söhbət etdiyimiz müddətdə bir ay keçdi. Bir ay keçdi? Bəli, bir ay keçdi. 30 dəqiqə 30 gündür. Axşamın xeyir, deyib yenidən fənəri yandırdı. Balaca şahzadə fənərçini izlədikcə bu zəhmətkeş insana qarşı xüsusi bir hörmət bəslədiyini hiss elədi. O, stulunu planetinin gün batan tərəfinə çəkib günəşin qürubunu seyr etdiyi günləri xatırladı və dostuna kömək etmək istədi. Baxın, mənim dediklərimi etsəniz, istədiyiniz vaxt istirahət edə bilərsiniz. Mən həmişə istirahət etməyi arzulayıram. Hər kəsin eyni zamanda həm işinə sadiq, həm də tənbəl ola bilər. Balaca şahzadə sözlərinə davam elədi.
Sizin planetiniz o qədər kiçikdir ki, buranı cəmi 3 addım ataraq gəzmək olar. Əgər günün uzun olmasını istəyirsinizsə, yavaş-yavaş gəzməlisiniz. Dincəlmək istəyəndə sadəcə gəzin və gününüzü nə qədər istəsəniz uzada bilərsiniz. Amma bu mənə kifayət etmir. Axı həyatda ən çox sevdiyim şey yatmaqdır. Onda sizin bəxtiniz gətirməyib. Hə, bəxtim heç gətirməyib. Sabahın xeyir, deyib fənəri söndürdü. Şahzadə səyahətinə davam edərkən öz-özünə düşündü. Bəlkə də kral, şöhrətpərəst, əyyaş, iş adamı, onların hər biri bu insanı tanısaydı, ona xor baxardılar. Amma onların arasında fənərçi mənim üçün məzəli olmayan yeganə adam idi. Bəlkə ona görə ki, təkcə özü haqqında fikirləşmirdi. Ah, o yeganə insan idi ki, mənimlə dostlaşmışdı. Amma onun planeti doğrudan da çox kiçik idi. Burada 2 insana kifayət edəcək qədər yer yox idi. Balaca şahzadə boynunu almaq istəməsə də, bu planeti ən çox gün batımına görə tərk etmək istəmirdi. Çünki burada 24 saat ərzində 1440 dəfə gün qürubunu tamaşa etmək olardı. 15-ci. 6-cı planet əvvəlkindən 10 dəfə böyük idi. Burada qalın kitablar yazan yaşlı bir kişi yaşayırdı. O, balaca şahzadəni görər-görməz, "Baxın, səyyah gəlib" deyə ucadan ona doğru səsləndi. Balaca şahzadə təngnəfəs halda stola oturdu. O, uzun bir yol qət etdiyi üçün çox yorulmuşdu. "Sən haradan gəlirsən?" deyə yaşlı kişi soruşdu. "O böyük kitab nə kitabıdır? Siz nə edirsiniz?" "Mən coğrafiyaşünasam." "Coğrafiyaşünas nə deməkdir?" şahzadə maraqla soruşdu. "Coğrafiyaşünas dənizləri, çayları, şəhərləri, dağları və səhraları öyrənən alimdir." "Bu çox maraqlıdır. Nəhayət ki, bir sənəti olan insana rast gəldim" deyib o, coğrafiyaşünasın planetinə göz gəzdirdi. Bu, onun gördüyü planetlərin içində ən gözəli və böyüyü idi. "Sizin planetiniz çox gözəldir. Burada okeanlar var?" "Mən bilmirəm." Şahzadə təəccübləndi. "Bəs dağlar necə var?" "Bilmirəm." "Şəhərlər, çaylar, səhralar var?" "Mən bunu da bilmirəm." "Siz axı coğrafiyaşünassınız, bunları bilməlisiniz." "Elədir ki, var. Amma mən səyyah deyiləm. Mən öz planetimdə heç vaxt səyahət etməmişəm. Coğrafiyaşünaslar planeti gəzib şəhərləri, çayları, dağları, dənizləri, okeanları ya da səhraları saymırlar. Coğrafiyaşünasın boş-boş gəzməkdən daha vacib işləri var. O heç vaxt işlədiyi yeri tərk etmir, amma öz tədqiqatı üçün səyyahlarla görüşür. Onlara suallar verir və onların öz səyahətləri haqqında danışdıqlarını yazır. Onlardan hər hansı birinin hekayəsi maraqlı gəlsə, coğrafiyaşünas səyyahın danışdıqlarının yoxlanması üçün sorğu aparır. Niyə? Çünki yalan danışan səyyah coğrafiyaşünasın kitabına xələl gətirə bilər. Elə içki aludəçisi olan səyyah da həmçinin. Niyə? Çünki içkili insan hər şeyi 2 dənə görür. Coğrafiyaşünas bir dağı 2 dağ kimi qeyd edə bilər. Mən belə birini tanıyıram, ondan çox pis bir səyyah çıxar. Ola bilər. Hə, deməli, əgər səyyah dürüst insandırsa, onun kəşfləri yoxlanılır. Necə? Kimsə gedib yoxlayır? Yox, bu çox çətin olar. Sadəcə səyyahdan dediklərini sübuta yetirməsini tələb edirik. Əgər səyyah böyük bir dağ kəşf etdiyini söyləyirsə, onda bu dağdan bir neçə böyük daş gətirməlidir. Birdən coğrafiyaşünas nəsə xatırlayıb həyəcanla soruşdu. Axı sən də uzaqdan gəldiyini söyləmişdin. Sən də səyyahsan. Sən mənə öz planetini təsvir etməlisən. Coğrafiyaşünas qalın qeyd dəftərini açıb karandaşını yondu. Çünki o səyyahın danışdıqlarını əvvəlcə karandaşla yazır, səyyah tutarlı dəlillər gətirdikdən sonra onları mürəkkəblə qələmə alırdı. Buyur. Hə, amma yaşadığım yer o qədər də maraqlı deyil. O çox balacadır. Orada 3 vulkanım var. Onların ikisi aktivdir, biri isə sönübdür. Amma hər şey ola bilər, yenidən püskürə bilər. Düzdür, hər şey ola bilər. Mənim bir dənə də çiçəyim var. Biz çiçəkləri qeydə almırıq. Niyə? Çiçək mənim planetimdə olan ən gözəl şeydir. Çünki çiçəklər müvəqqətidir. Müvəqqəti nə deməkdir? Coğrafiya kitabları bütün kitablardan daha qiymətli məlumatları əhatə edir. Onlar heç vaxt köhnəlmir. Məsələn, heç bir dağ öz istiqamətini dəyişə bilməz. Okeanın suyunun quruması nadir bir hadisə ola bilər. Biz əbədi şeylər haqqında yazırıq. Amma sönmüş vulkanlar yenidən aktivləşə bilər. Onda o da müvəqqətidir. Vulkanların aktiv və ya sönmüş olub olmamasının fərqi yoxdur. Bizim üçün vacib olan dağın özüdür. Axı o heç vaxt dəyişmir. Onda müvəqqəti nə deməkdir? Hər sualına cavab axtaran şahzadə yenidən soruşdu. Müvəqqəti sürətlə yoxa çıxmaq təhlükəsi ilə özləşənlərdir. Mənim çiçəyim də sürətlə yox olmaq təhlükəsi ilə özləşib? Elədir. Deməli, mənim çiçəyimin ömrü qısadır.
O özünü bütün təhlükələrdən yalnız 4 tikanı ilə qoruyur. Mən isə onu planetdə təkcə qoydum deyə şahzadə düşündü. Evindən ayrıldıqdan sonra ilk dəfə idi ki, peşmanlıq hissi keçirirdi. Amma yenə də özünü toparlayıb soruşdu. Sizcə indi hansı planetə getsəm yaxşıdır? Yer kürəsinə, deyə coğrafiyaşünas məsləhət verdi. Bu planet çox məşhurdur. Balaca şahzadə çiçəyini düşünə-düşünə yola düzəldi. 16-cı. Beləliklə, şahzadənin səyahət etdiyi 7-ci planet yer kürəsi oldu. Yer kürəsi adi bir planet deyildi. Orada 111 kral, 7000 coğrafiyaşünas, 900 min iş adamı, 7 milyon 500 min əyyaş, 311 milyon şöhrətpərəst, təxminən 2 milyard böyük insan yaşayırdı. Yer kürəsinin ölçüsü haqqında onu deyə bilərəm ki, elektrik kəşf olunmazdan əvvəl planetin 6 materikini böyük bir fənərçi ordusu, yəni təxminən 462.511 nəfər işıqlandırırdı. Kənardan baxsaq bu çox gözəl bir tamaşaya bənzəyərdi. Bu fənərçi ordusunun hərəkətləri balet tamaşasındakı kimi nizamlanardı. Əvvəlcə Yeni Zelandiya və Avstraliyadakı fənərçilər çıxış edərdilər. Onlar fənərləri yandırıb gedib yatardılar. Sonra Çin və Sibirin fənərçiləri rəqs edər. Rəqslərini bitirdikdən sonra pərdə arxasına keçərdilər. Onlardan sonra növbə Rusiya və Hindistana çatardı. Sonra Afrika və Avropa, ardınca Cənubi Amerika, sonra Şimali Amerika fənərçiləri səhnəyə çıxardılar. Onlar səhnəyə çıxışlarında heç vaxt səhv etməzdilər. Bu çox möhtəşəm idi. Təkcə şimal və cənub yarımkürələrində bir fənər olduğu üçün onları işıqlandıran fənərçilər yalnız 2 dəfə işləyərdilər. 17-ci. İnsan bəzən zarafat etmək istəyəndə kiçik yalanlar danışır. Etiraf edim ki, mənim də fənərçilər haqqında danışdıqlarım tamamilə uydurma idi. Anladım ki, planetimizi tanımayanlara onun haqqında çox yanlış məlumat verirəm. İnsanlar yer kürəsinin çox kiçik hissəsində məskunlaşıblar. Əgər dünyada yaşayan 2 milyard əhali bir yerə toplansa, onları 20 mil uzunluğu və 20 mil eni olan 4 bucaqlı bir meydana yerləşdirmək olar. Bütün bunları rahatca Sakit okeandakı kiçik adaya sığdıra bilərsən. Əgər sən bunları böyüklərə desən, şübhəsiz sənə inanmayacaqlar. Çünki çox böyük bir ərazi tutduqlarını düşünürlər. Onlar özlərini babablar kimi əzəmətli sayırlar. Sən onlara hesablama aparmağı təklif edə bilərsən. Onlar bunu məmnuniyyətlə edəcəklər. Çünki rəqəmləri çox sevirlər. Amma bu məsələyə vaxtını itirməyə dəyməz. Bunun əhəmiyyəti də yoxdur. Yəqin ki, mənə inanırsınız. Balaca şahzadə yer kürəsinə çatanda ətrafda insan olmadığını görüb təəccübləndi. Qumun üzərində ay işığı rəngində qızılı xalqanın tərpəndiyini görəndə ona elə gəldi ki, səhv gəlib. Salam, balaca şahzadə nəzakətlə dilləndi. Salam, deyə ilan cavab verdi. Mən hansı planetə düşmüşəm? Sən yer planetindəsən, bura isə Afrikadır. Bəs yer planetində insan yaşamır? Bura səhradır, səhrada insan yaşamır. Yer çox böyük bir planetdir. Balaca şahzadə bir daşın üzərində oturub gözlərini səmaya zillədi. Görəsən, niyə göydəki ulduzlar həmişə işıllayır? Bəlkə hər kəsin öz planetinin harada olduğunu bilməyi üçündür. Bax, mənim planetim düz başımızın üstündədir, amma o çox uzaqdadır. O gözəldir. Bəs bura nə üçün gəlmisən? Çiçəyimlə münasibətlərimdə bəzi problemlər olduğu üçün gəlmişəm. Hə, araya səssizlik çöktü. Bəs insanlar haradadırlar? Nəhayət balaca şahzadə səssizliyi pozdu. Səhrada elə bil insan özünü yalqız hiss edir. İnsanların da arasında özünü yalqız hiss edirsən. Sən çox məzəli heyvansan, qalınlığın bir barmaqdan nazikdir. Amma mən kralın barmağından daha güclüyəm, ilan haça dilini göstərib fısıldadı. Sən güclü ola bilməzsən, sənin heç ayaqların belə yoxdur. Səyahətdə belə edə bilməzsən. İlan qızılı bilərzik kimi şahzadənin topuğuna dolandı. Mən səni istənilən gəmidən daha uzağa apara bilərəm. Kimə toxunsam, onu gəldiyi torpağa qaytararam. Amma sən günahsızsan, dürüstsən, həm də başqa ulduzdan gəlmisən. Şahzadə ağzına su almış kimi dayanıb dillənmədi. Mənim sənə yazığım gəlir. Sən bu qranit planetdə çox acizsən, amma bir gün öz planetin üçün darıxsan, sənə kömək edə bilərəm. Mən bunu bacararam. Hə, mən səni çox yaxşı başa düşdüm. Amma niyə həmişə tapmacalarla danışırsan, deyə şahzadə soruşdu. Mən onların hamısını həll edirəm, ilan dedi. Yenidən araya dərin bir sükut çöktü. 18-ci. Balaca şahzadə səhranı keçib gülə rast gəldi. Onun xırda gözə çarpmayan 3 ləçəyi var idi. Sabahın xeyir, balaca şahzadə başına idi. Sabahın xeyir, ləçəyi tərpənən gül onu salamladı. İnsanlar haradadırlar, deyə balaca şahzadə nəzakətlə soruşdu.
Gül yalnız bircə dəfə yaxınlıqdan hansısa karvanın keçdiyini görmüşdü. İnsanlar, deyə Gül təkrarladı. Hə, məncə onların sayı 6 yaxud 7 olar. Bir neçə il əvvəl onları görmüşdüm. Amma onların yerlərini heç kim bilmir. Köklərinin olmaması həyatlarını çətinləşdirir. Külək onları ora-bura aparır. Yaxşı, salamat qal. Balaca şahzadə Gül ilə sağollaşdı. Salamat qal. 19-cu. Daha sonra balaca şahzadə hündür bir dağa çıxdı. Onun indiyə qədər tanıdığı yeganə dağlar dizi hündürlüyündə olan 3 vulkan idi. O, sönmüş vulkandan kətil kimi istifadə edirdi. Şahzadə öz-özünə düşündü. Bu qədər yüksək bir dağdan baxanda bütövlükdə bütün planeti və insanları görə bilərəm. Amma o, iynə ucu kimi sivri qayalardan başqa heç nə görmədi. Sabahınız xeyir, balaca şahzadə nəzakətlə səsləndi. Sabahınız xeyir, xeyir, xeyir. Onun səsi əks-səda verdi. Siz kimsiniz? Şahzadə soruşdu. Siz kimsiniz? 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 Onun səsi yenə əks-səda verdi. Mənimlə dost olun, mən burada tək tənhayam. Mən burada tək tənhayam, tənhayam, tənhayam. Nə qəribə planetdir, deyə o düşündü. Burada hər şey qupquru, sivri, sərt və qorxuncdur. İnsanların isə heç təxəyyülü yoxdur. Onlara deyilənləri təkrarlayırlar. Mənim planetimdə təkcə bir çiçəyim var idi. Həmişə də söhbətə əvvəlcə o başlayardı. 20-ci. Balaca şahzadə xeyli yol getdi. Qumu, qayaları və qarı keçib nəhayət bir yol kənarına gəlib çıxdı. Buradakı bütün yollar insanların evlərinə aparırdı. Salam, balaca şahzadə dedi. O, qızıl güllərlə dolu bir bağçanın yanında dayandı. Salam, deyə qızıl güllər cavab verdilər. Siz kimsiniz? Balaca şahzadə çaşbaş qalmış kimi soruşdu. Biz qızıl güllərik. O, çox məyus oldu. Çiçəyi ona bütün kainatda tayı bənzəri olmadığını söyləmişdi. Burada isə bir bağçada ona bənzər 5000 çiçək var idi. Əgər çiçəyin bunu görsəydi, çox əsəbiləşər, gülünc vəziyyətə düşməmək üçün çoxlu öskürər, özünü ölürmüş kimi aparardı. Mən isə ona qulluq edirmiş kimi davranmalı olardım. Çünki özümü laqeyd aparsaydım, o həqiqətən də özünü məhv edə bilərdi. Balaca şahzadə beynində götür-qoy elədi. Mənə elə gəlirdi ki, kainatdakı bənzəri olmayan ən gözəl bir çiçəyə sahibəm. Bununla özümü dünyanın ən zəngin insanı sayırdım. Amma sən demə, mənim çiçəyim adi bir qızıl gül imiş. Adi bir qızıl gülü dizi hündürlüyündəki 3 vulkanı olan, yəqin ki 3-cü vulkanı bir dəfəlik sönən insandan şahzadə olmaz. O, otların üzərində uzanıb ağladı. 21-ci. Birdən tülkü haradansa peyda oldu. Sabahın xeyir. Sabahın xeyir, deyə balaca şahzadə nəzakətlə cavab verib ətrafa boylandı, amma heç nə görmədi. Bura bax, mən buradayam, alma ağacının altında. Sən kimsən? Balaca şahzadə heyrətlə soruşdu. Nə gözəlsən? Mən tülküyəm. Gəl mənimlə oynayaq, heç keyfim yoxdur. Səninlə oynaya bilmərəm, mən əhəlləşdirilməmişəm. Ah, bağışla, biraz düşünüb soruşdu. Əhəlləşdirmək nə deməkdir? Görünür, sən burada yaşamırsan, tülkü quyruğunu yellətdi. Bəs burada neynirsən? Mən insanları axtarıram. Bəs əhəlləşdirmək nə deməkdir? İnsanların silahları var və ov edirlər. Bu heç yaxşı deyil. Toyuq da bəsləyirlər. Bütün bunlar insanların yeganə məşğuliyyətidir. Sən toyuq axtarırsan? Yox, mən özümə dost axtarıram. Axı cavab vermədin. Soruşdum ki, əhəlləşdirmək nə deməkdir? Bu, daha çox unudulmuş bir ənənədir. Bu, əlaqə yaratmaq deməkdir. Nə? Əlaqə yaratmaq? Elədir ki, var. Məsələn, sən mənim üçün 100 min balaca oğlandan birisən. Sənə ehtiyacım yoxdur. Sənin olub olmamağının mənim üçün heç bir fərqi yoxdur. Eynilə mən də sənə lazım deyiləm. Mən də sənin üçün 100 min tülküdən biriyəm. Ancaq sən məni əhəlləşdirsən, bir-birimizə ehtiyacımız olacaq. Sən mənim üçün dünyada bənzərsiz olacaqsan. Mən isə sənin üçün dünyada bənzərsiz olacağam. Deyəsən, səni yavaş-yavaş başa düşməyə başlayıram. Mənim bir çiçəyim var. Düşünürəm ki, o məni əhəlləşdirib. Ola bilər, tülkü köksünü ötürdü. Yer kürəsində hər şey olur. Hə, amma o yer kürəsində deyil. Tülkü təəccübünü gizlədə bilməyib maraqla soruşdu. Nə? Başqa planetdə? Aha, o planetdə ovçular varmı? Yox. Maraqlıdır. Bəs toyuqlar var? Yox. Heç bir yer mükəmməl deyil. Tülkü ah çəkib sözünə davam elədi. Mənim həyatım maraqsızdır. Mən yemək üçün toyuq tuturam, insanlar da məni ovlayırlar. Bütün toyuqlar və bütün insanlar eynidir. Ona görə də biraz darıxıram. Ancaq məni əhəlləşdirsən, həyatım daha parlaq olar.
Onda sənin addımların mənim üçün digər insanların addımlarından fərqli olacaq. Onlar məni musiqi kimi yuvadan səsləyəcək. Adətən mən addım səsləri eşidən kimi yerin altındakı yuvama qaçıb gizlənirəm. Bax, oradakı taxıl zəmilərini görürsən? Mən çörək yemirəm, buğda mənə lazım deyil. Ona görə də indi bu taxıl zəmilərinin mənim üçün bir dəyəri yoxdur. Amma sənin saçların taxıl zəmiləri kimi qızılıdır. Sən məni əhilləşdirəndə hər şey tamam fərqli olacaq. Qızılı olan sümbül mənə səni xatırladacaq. Hər dəfə külək əsəndə həvəslə sümbüllərin xışıltısını dinləyəcəyəm. Tülkü gözünü diqqətlə onu dinləyən şahzadəyə zillədi. Xahiş edirəm, məni əhilləşdir. Çox istərdim, deyə balaca şahzadə cavab verdi. Amma vaxtım çox azdır. Mən çox şeyi başa düşmək üçün hələ özümə dostlar tapmalıyam. Sən yalnız əhəlləşdirdiklərini anlaya bilərsən. İnsanların nəyisə anlamaq üçün vaxtları yoxdur. Onlar hər şeyi mağazalardan hazır alırlar. Amma dostluğu satın almaq üçün heç bir mağaza olmadığına görə onların heç dostları olmur. Dost istəyirsənsə məni əhəlləşdir. Yaxşı, səni əhəlləşdirmək üçün nə etməliyəm? Çox səbirli olmalısan, deyə tülkü cavab verdi. Əvvəlcə məndən biraz aralıda otların üstündə indiki yerində oturmalısan. Mən sənə gözümün ucu ilə baxacağam, amma sən heç nə deməyəcəksən. Sözlər anlaşılmazlığın əsas mənbəyidir. Ancaq hər gün mənə biraz daha yaxın oturacaqsan. Ertəsi gün balaca şahzadə tülkü ilə görüşdükləri yerə gəldi. Tülkü yenə də məsləhət verdi. Yaxşı olar ki, hər gün eyni vaxta gələsən. Məsələn, əgər sən hər gün günorta saat 4-də gəlsən, saat 3-dən səbirsizliklə səni gözləyəcəyəm. Saat 4-ə yaxınlaşdıqca mənim xoşbəxtliyim biraz da artacaq. Saat 4-də artıq həyəcanlanmağa və narahat olmağa başlayacağam. Sən gələndə isə xoşbəxtliyin qədrini biləcəyəm. Amma istədiyim vaxt gəlsən, səni qarşılamağa hazır olmayacağam. Ona görə də həmişə ənənələrə sadiq qalmaq lazımdır. Ənənə nədir? Ənənələrə də çox vaxt biganə yanaşırlar. Ənənə bir günü digər günlərdən, bir saatı digər saatlardan fərqləndirir. Məsələn, ovçuların arasında bir ənənə var. Hər gün cümə axşamı onlar kənd qızları ilə rəqs edirlər. Beləliklə, cümə axşamı mənim üçün ən gözəl gündür. Mən üzüm bağına gəzməyə gedirəm. Ovçular istənilən vaxtda rəqs etsəydilər, hər gün mənim üçün eyni olar və mənim heç bayramım olmazdı. Beləliklə, balaca şahzadə tülkünü əhilləşdirdi. O, getməyə hazırlaşanda isə tülkü dedi. Ah, mən ağlayacağam. Bu sənin günahındır. Axı mən səni incitmək istəmirdim. Məndən səni əhilləşdirməyimi istəyirdin. Düz deyirsən, tülkü razılaşdı. Amma indi kövrəlmisən. Elədir. Onda bunun sənə heç bir xeyri yoxdur. Xeyri var. Sümbül dənələri haqqında dediklərimi xatırla. Tülkü mənalı baxıb sözlərinə davam elədi. İndi get bağçadakı çiçəklərə bir də bax. Başa düşəcəksən ki, sənin çiçəyinin dünyada tay bərabəri yoxdur. Mənimlə vidalaşmağa qaydanda sənə bir sir verəcəyəm. Balaca şahzadə yenidən qızıl güllərə baxmaq üçün bağçaya getdi. Siz mənim qızıl gülümə heç bənzəmirsiniz. Çox qürrələnməyin. Heç kəs sizə sahiblənməyib. Siz özünüz də heç kəsə sahiblənməmisiniz. Mən öz tülkümü ilk dəfə görəndə o da sizin kimi idi. O, 100 minlərlə tülküdən biri idi. Amma mən onunla dost oldum və indi o dünyada bənzərsizdir. Güllər xəcalət çəkdilər. Siz çox gözəlsiniz, amma heç kəs özünü sizin üçün qurban verməyəcək. Şübhəsiz, mənim qızıl gülümü görənlərin hər biri onun eyni ilə sizə bənzədiyini düşünəcək. Amma o mənim üçün sizin hamınızdan daha dəyərlidir. Çünki mən sizi yox, təkcə onu sulamışam. Çünki mən onu şüşə kürənin altında saxlayıram. Onu küləkdən qoruyuram. Onun üçün tırtılları öldürmüşəm. Mən onu şikayətlənərkən, öyünərkən, hətta bəzən susarkən dinləmişəm. Çünki o mənim çiçəyimdir, deyən balaca şahzadə tülkünün yanına qayıtdı. Salamat qal. Salamat qal, vədimi yerinə yetirib sirri açıram. Bu sir çox sadədir. Sən yalnız ürəyinlə görə bilərsən. Dəyərli olan hər şey gözə görünməzdir. Dəyərli olan hər şey gözə görünməzdir. Balaca şahzadə bu sözləri unutmamaq üçün təkrarladı. Çiçəyini sənə bu qədər dəyərli edən ona sərf etdiyin vaxtdır. Çiçəyim üçün sərf etdiyim vaxtdır. Şahzadə tülkünün dediklərini yadında saxladığına əmin olmaq üçün bir daha təkrarladı. İnsanlar çox vaxt bu həqiqəti unudurlar. Tülkü quyruğunu yerlədi. Amma bunu unutmaq olmaz. Sahibləndiyin hər şeyə sən cavabdehsən. Elə çiçəyinə görə də sən cavabdehsən. Mən çiçəyimə görə cavabdehəm. Tülkünün məsləhətini unutmamaq üçün balaca şahzadə təkrarlaya yoluna davam elədi. Bir də gözünü açanda dəmir yolu ayrıcına gəlib çatdığını gördü. 22. Salam.
Balaca şahzadə ətrafa baxa-baxa dedi. Salam, deyə yol ayıran cavab verdi. Burada nə işlə məşğul olursunuz? Mən sərnişinləri min-min ayırır, onları daşımaq üçün qatarlar göndərirəm. Onların bəzilərini sağa, digərlərini sola yola salıram. Birdən önündə güclü projektoru ilə ətrafı işıqlandıran sürət qatarının küləyi yol ayıranın budkasını silkələdi. Çünki qatar onların yanından ildırım sürəti ilə ötdü. Görünür onlar çox tələsirlər. Balaca şahzadə təəccüblə dilləndi. Bəs onlar nə axtarırlar? Bunu heç lokomotivi sürən maşinist də bilmir. Həmin an göz çıxaran işıqları olan ikinci bir sürət qatarı gürültü ilə onların yanından keçib əks istiqamətə şütüdü. Bayaq gedənlər artıq geri qayıdırlar? Balaca şahzadə soruşdu. Yox, bu qarşıdan gələn qatardır. Onlar səyahət etdikləri yerdən razı qalmayıblar. Onsuz da heç kəs olduğu yerdən razı qalmır. Çox keçmədən üçüncü sürət qatarının gürültülü səsi gəldi. Onlar birinci səyahətçilərə çatmaq istəyirlər. Əslində onlar heç nə istəmirlər. İndi onların çoxu yatır, yatmayanlar isə əsnəyirlər. Təkcə uşaqlar burunlarını pəncərə şüşələrinə yapışdırıb çölə baxırlar. Balaca şahzadə dilləndi. Yalnız uşaqlar nə axtardıqlarını bilirlər. Onlar öz vaxtlarını gəlinciklə oynamağa sərf edirlər. Ona görə də bu oyuncaq onlar üçün çox dəyərli olur. Kimsə həmin oyuncağı onların əllərindən alanda uşaqlar ağlamağa başlayırlar. Onlar çox bəxtiyardırlar. Yol ayıran gülümsədi. Balaca şahzadə dəmir yol işçisindən aralanıb yoluna davam elədi. 23-cü. Sabahınız xeyir. Sabahın xeyir. Onu salamlayan tacir balaca şahzadəyə müştəri gözü ilə baxırdı. Tacir susuzluğu yox edən həblər satırdı. Bu həblərdən cəmi birini içəndə düz bir həftə ərzində susuzluq hiss etmirsən. Axı yaxınlıqda bulaqlar var. Bəs bu həbləri necə sata bilirsən? Balaca şahzadə soruşdu. Bunlar xeyli vaxtda qənaət etməyə imkan verir. Mütəxəssislərin hesablamalarına görə bu həblərlə bir həftəyə 53 dəqiqəyə qədər qənaət edə bilərsən. Bəs 53 dəqiqəyə nə etmək olar? İstədiyin hər şeyi. Əgər mənim 53 dəqiqə vaxtım olsaydı, elə yavaş-yavaş bulağa doğru addımlayardım, deyə balaca şahzadə fikirləşdi. 24-cü. Artıq təyyarə qəzasından sonra səhrada keçirdiyim 8-ci gün idi. Tacirin hekayəsini dinlərkən qabdakı son su ehtiyatımı içib balaca şahzadəyə dedim. Sənin xatirələrin çox maraqlıdır, amma indiyədək təyyarəmi təmir etməmişəm. Üstəlik içməyə də suyum yoxdur. Kaş mən də indi yavaş-yavaş bulağa doğru addımlaya biləydim. Onda özümü çox xoşbəxt hiss edərdim. Dostum tülkü mənə demişdi ki, əziz dostum, inanmıram ki, indi tülkünün dediklərinin mənə bir faydası ola. Niyə? Çünki susuzluqdan ölmək üzrəyəm, dilim ağzım quruyub. Deyəsən o mənim niyə belə dediyimi başa düşmədi. İnsan ölmək üzrə olanda belə dostunun yanında olması onu xoşbəxt edir. Məsələn, mən tülkünün dostu olduğum üçün çox xoşbəxtəm. O təhlükənin nə olduğunu bilmir, heç vaxt aclıq və susuzluq hiss etmir. Azacıq günəş işığı ona kifayətdir, deyə öz-özümə düşündüm. O diqqətlə üzümə baxdı, sanki fikrimi oxuyurdu. Mən də çox susamışam, gəl birlikdə su quyusu axtaraq. Yorğun halda çiynimi çəkdim, çünki ucsuz-bucaqsız bir səhrada bəxtəbəxt bir quyu axtarmaq ağlasığmaz və iynə ilə qəbir qazmaq kimi bir iş idi. Bu şübhəyə baxmayaraq birlikdə yola düzəldik. Kəlmə kəsmədən yorğun arğın saatlarla yol getdik. Artıq gecə düşmüş və göydə ulduzlar parlamağa başlamışdı. Dəhşətli susuzluqdan mənə elə gəlirdi ki, ulduzları yuxuda görürəm. Birdən balaca şahzadənin axırıncı sözlərini xatırladım. Deməli sən də susamısan? O əslində sualıma cavab vermədi. Su ürək üçün də faydalı ola bilər. Cavabını başa düşməsəm də heç nə demədim. Onu sorğu-sual etməyin mümkünsüz olduğunu yaxşı bilirdim. Balaca şahzadə yorğun idi, qumun üzərinə oturdu. Mən onun yanında yerə sərildim. Sonra quma dirsəklənib yol yoldaşıma baxmağa başladım. Bir qədər sükutdan sonra o dedi, ulduzlar gözəldir. Çünki orada bizim görə bilmədiyimiz bir yerdə bir çiçək var. Elədir, dedim. Mən ay işığında uzanıb gedən qum dalğalarına baxırdım. Səhra gözəldir, balaca şahzadə inamla dilləndi. O haqlı idi, mən həmişə səhranı sevmişəm. Qum təpəsinin üzərində oturanda heç nə görmürsən, heç nə eşitmirsən. Amma bu səssizliyin arasında ecazkar nəsə parlayır. Səhranın belə gözəl olmasının səbəbi... Balaca şahzadə dərindən nəfəs aldı. Haradasa su quyusunun olmasıdır. Bax elə indi qumun sirli cazibəsini başa düşmüşdüm. Balaca olanda köhnə bir evdə yaşayırdım və əfsanəyə görə orada bir xəzinə basdırılmışdı. Təbii ki, heç kim onun harada basdırıldığını bilmirdi. Bəlkə də onu heç zaman axtarmamışdılar. Ancaq o sanki bütün evi sehirləmişdi.
Həmişə fikirləşirdim ki, mənim evim ürəyimin dərinliklərində bir sir gizlədib. Hə, balaca şahzadəyə dedim. Fərqi yoxdur. İstər ev olsun, istər ulduzlar, istərsə də səhra. Onlara gözəllik verən gözümüzlə görmədiklərimizdir. Çox şadam ki, indi mənim dostum tülkü ilə həmfikirsən. Balaca şahzadə yuxuya gedən kimi onu qucağıma alıb yenidən yola düşdüm. Yavaş-yavaş, ehtiyatla yeriyirdim. Sanki qucağımda kövrək bir xəzinə daşıyırdım. Sanki yer üzündə ondan kövrək heç nə yox idi. Mən ay işığında onun solğun alnına, qapalı gözlərinə, küləkdə titrəyən qıvrım saçlarına baxıb düşündüm. Bu sənin gördüyün sadəcə bir qabıqdır. Ən əsası gözünlə görmədiklərindir. O, yuxuda dodaqlarını azacıq aralayıb gülümsəyəndə yenə öz-özümə dedim. Bu yatmış balaca şahzadədə məni bu qədər təsirləndirən onun bir çiçəyə, əslində çiçəyin obrazına olan sədaqətidir. Sanki çiçəyin obrazı hətta yatanda belə onun ruhunda bir çırağın işığı kimi yanır. Belə düşündükcə onun daha da kövrək olduğunu hiss edirdim. Mən onu yaxşı qorumalı idim. Sanki o bir çıraq idi və güclü bir külək onu hər an söndürə bilərdi. Beləcə, səhrada dolaşanda sübh tezdən qarşıma bir quyu çıxdı. 25-ci. İnsanlar bəzən hara və niyə getdiklərini düşünmədən sürət qatarlarına minirlər. Balaca şahzadə dedi. Getdikləri yerdən zövq ala bilmədikdə isə məyus olurlar, o əlavə etdi. Məncə insan gərək özünə bu qədər əziyyət verməsin. Bizim tapdığımız quyu böyük səhradakı digər quyulara bənzəmirdi. Oradakı quyuların çoxu qumda qazılmış adi çuxurlardır. Bu isə kənd quyusuna oxşayırdı. Amma yaxınlıqda kənd, hər hansı bir yaşayış evi yox idi. Mənə elə gəldi ki, yuxu görürəm. Qəribədir, balaca şahzadəyə dedim. Quyu çarxı, vedrə, kəndir, hər şey hazırdır. Balaca şahzadə güldü, çarxı fırlatmağa, kəndiri dolamağa başladı. Çarx uzun müddət külək görməyən pas atmış flüger kimi cırıldadı. Eşidirsən, balaca şahzadə üzünü mənə tutdu. Biz quyunu oyatdıq, o da mahnı oxumağa başladı. Mən onun yorulmağını istəmirdim. Quyunun ağzına yaxınlaşıb, kəndiri mənə ver dedim, bu sənin üçün çox ağırdır. Kəndirdən yapışaraq yavaş-yavaş vedrəni qaldırıb quyunun kənarına qoydum. Bu uğuruma görə sevincim və yorğunluq hissim bir-birinə qarışmışdı. Çarxın cırıltısı hələ qulaqlarımda səslənirdi. Vedrədəki su günəşin şəfəqləri altında işıq saçırdı. Mən çox susamışam. Balaca şahzadə yavaşca dilləndi. Mənə biraz su ver. Onun axtardığı bu idi. Vedrəni onun dodaqlarına dək qaldırdım. O gözlərini yumub su içdi. Su bayram şirniyyatı kimi şipşirin idi. Bu adi su deyildi. Onun şirinliyi ulduzların altında qət edilən uzun yolun yorğunluğundan, çarxın nəğməsindən, qollarımla çəkilən əziyyətdən gəlirdi. Sanki bu su ürəyimizə hədiyyə idi. Uşaq vaxtı Milad bayramında aldığım hədiyyələrə bənzəyirdi. Əslində onları dəyərli edən Milad ağacının işıqları, gecə yarısı insanların oxuduqları nəğmələr, insanların üzərindəki təbəssüm idi. Sənin yaşadığın planetdə insanlar, balaca şahzadə mənalı danışmağa başladı. Bir bağda 5000 qızıl gül yetişdirirlər, amma orada axtardıqlarını tapa bilmirlər. Onlar axtardıqlarını tapa bilmirlər, deyə mən təkrarladım. Amma onlar axtardıqlarını bir çiçəkdə və ya bir qapsuda tapa bilərlər. Hə, düz deyirsən. Amma gözlər kordur, ürəklə axtarmaq lazımdır. Mən də su içdim. Nəhayət rahat nəfəs ala bilirdim. Təzə çıxmış günəşin şəfəqləri altında qum bal kimi qızıl rəngdə idi. Bu rəng məni xoşbəxt edirdi. Bəs ürəyimin bir parçasında məni belə kədərləndirən nədir? Balaca şahzadə yanımda əyləşdi. Sən öz vədinə əməl etməlisən. Nə vəd? Sən qoyun şəklinə ağızlıq çəkəcəyinə söz vermişdin. Axı o çiçək üçün mən cavabdehəm. Cibimdən çəkdiyim rəsmləri çıxardım. Balaca şahzadə onlara baxaraq güldü. Sənin çəkdiyin baobablar biraz kələmə oxşayır. Doğrudan? Mən isə baobablarımla qürur duyurdum. Sənin çəkdiyin tülkünün qulaqları buynuza bənzəyir. Onlar çox uzundur, deyərək yenə güldü. Sən insafsızsan, balaca şahzadə. Mən boğa ilanlarının daxili və zahiri görünüşündən başqa heç nə çəkə bilmirəm. Narahat olma, əsas odur ki, uşaqlar çəkdiklərini başa düşəcəklər. Beləliklə, mən bir kağıza ağızlıq çəkdim. Bu rəsmi ona verəndə ürəyim sızladı. Ondan soruşdum. Deyəsən səni narahat edən nəsə var və mənim bundan xəbərim yoxdur. O bir müddət sakitcə dayanıb cavab vermədi, nəsə xatırladı. Bilirsən, sabah yerə enməyimin 1 ili tamam olacaq. Bir müddət sükutdan sonra, mən buraya yaxın bir yerə düşmüşdüm, əlavə etdi, nədənsə üzü qızardı. Yenə səbəbini anlamadan içimdə qəribə bir kədər hiss etdim. Ağlıma bir sual gəldi.
Deməli, bir həftə əvvəl səni ilk dəfə gördüyüm səhər sənin bütün yaşayış məntəqələrindən 1000 mil aralıda tək başına gəzməyin təsadüfi deyildi. Sən düşdüyün yerə qayıdırdın. Balaca şahzadə yenidən qızardı. Mən tərəddüdlə soruşdum. Bəs evməyinin bir ili tamam olduğu üçün qayıdırsan? Balaca şahzadə biraz da qızardı. O heç vaxt suallara cavab vermirdi. Amma biri cavab verməyib qızaranda, bu hə demək deyilmi? Bilirsən, ona dedim, mən biraz qorxuram. Amma tez mənim sözümü kəsdi. Artıq sən mühərrikinin yanına qayıdıb onu təmir etməlisən. Mən səni burada gözləyəcəyəm. Sabah axşam qayıdarsan. Mən yenə də rahat deyildim. Birdən tülkü yadıma düşdü. Əgər biri əhəlləşdirilməsinə icazə verirsə, deməli biraz ağlamağa da hazır olmalıdır. 26. Quyunun yanında köhnə daş divarın xarabalığı var idi. Növbəti gün axşam ora qayıdanda uzaqdan balaca şahzadənin divarın üzərində oturub ayaqlarını salladığını gördüm. Yaxınlaşdıqca onun səsini aydın eşidirdim. O deyirdi, məgər sən xatırlamırsan? Bura həmin yer deyil. Şübhəsiz kiminləsə danışırdı. Yenə səsi gəldi. Bəli, bəli, həmin gündür, amma bu yer deyil. Divara doğru getməyə davam etdim, amma yenə də nə kimisə gördüm, nə də səs eşitdim. Balaca şahzadə isə yenidən cavab verdi. Əlbəttə, elədir. Qumun üzərində ayaq izlərimin haradan başladığını görəcəksən. Sadəcə məni orada gözləməlisən. Bu axşam orada olacağam. Divardan cəmi 20 metr aralıda idim, amma yenə də heç nə görə bilmirdim. Balaca şahzadə biraz sükutdan sonra yenə dilləndi. Sənin zəhərin yaxşıdır? Uzun müddət əziyyət çəkməyəcəyimə əminsən? Tez ayaq saxladım, ürəyim sıxılırdı. Amma hələ də heç nə anlamırdım. İndi çıx get, axı mən divardan aşağı düşmək istəyirəm. Tələsik divarın dibinə baxdım və qeyri-ixtiyari yerimdən tullandım. Qarşımda 30 saniyəyə insanın canını alan sarı ilanlardan biri dayanıb başını balaca şahzadəyə doğru çevirmişdi. İrəli atılıb tapançamı çıxarmaq üçün əlimi cibimə atdım. Amma ilan səs eşidərək nazik su şırnağı kimi yavaşca qumun üstü ilə qıvrıla-qıvrıla sürünüb, yüngül cingiltili səslə daşların arasında yoxa çıxdı. Cəld divara tərəf yüyürüb, balaca şahzadəni qucağıma aldım. Onun bərnizi qar kimi ağappaq idi. Bu nə deməkdir? Sən niyə ilanlarla danışırsan? Tez onun həmişə boğazına doladığı qızılı şərfini boşaltdım. Gicgahlarını isladıb su içirtdim, amma ondan daha nəsə soruşmağa cəsarət etmədim. O, üzündə ciddi ifadə ilə mənə baxıb qollarını boynuma doladı. Onun ürəyi tüfənglə vurularaq yerdə can verən quşun ürəyi kimi sürətlə döyünürdü. Mühərrikini təmir edə bildiyinə sevindim. Artıq evə gedə bilərsən. Sən bunu haradan bildin? Elə mən də ona işimin gözlədiyimdən də uğurlu alındığını deməyə gəlmişdim. O, sualıma cavab verməsə də susmadı, kədərli şəkildə dilləndi. Mən də bugün evə gedirəm. Ora çox uzaqdır və getmək çox çətin olacaq. Nəsə qəribə halın baş verdiyini hiss etdim. Onu balaca uşaq kimi qucağımda bərk-bərk özümə tərəf sıxdım. Amma yenə də sanki qollarımın arasından sonsuz bir uçuruma doğru sürüşüb gedirdi. Onu heç cür saxlaya bilmirdim. Balaca şahzadə fikirli-fikirli çox uzaqlara baxırdı. Sənin qoyunun məndədir. Onun qutusu və ağızlığı var deyib kədərlə gülümsədi. Mən xeyli beləcə gözlədim. O yavaş-yavaş canlanırdı. Balaca, sən qorxursan? Şübhəsiz o qorxurdu, amma özünü dik tutub gülümsündü. Bu gecə daha çox qorxacağam. Dəhşətli sarsıntı hissi məni keyləşdirmişdi. Başa düşdüm ki, bu gülüşü bir daha eşitməmək fikrinə dözə bilməyəcəyəm. Onun gülüşü səhrada şırıldayan bulaq kimi idi. Balaca, sənin gülüşünü bir daha eşitmək istərdim. Amma o üzünü göyə tutub dedi. Bu gecə 1 il olacaq. Mənim ulduzum keçən il yerə indiyim yerdə olacaq. Balaca, xahiş edirəm mənə ilanın görüş yerinin, ulduz məsələsinin yuxu olduğunu söylə. Amma o mənim yalvarışlarıma məhəl qoymayıb dilləndi. Əhəmiyyətli olanlar gözlə görülənlər deyil. Düzdür, mənim çiçəyim kimi. Əgər sevdiyin çiçək səmadakı bir ulduzda yaşayırsa, gecələr səmaya baxmaq insanı xoşbəxt edir. İnsana elə gəlir ki, bütün ulduzlar çiçəklənir. Düzdür, su kimi. Mənə verdiyin su quyudan çarx və kəndirlə çıxarıldığı üçün bir nəğməyə bənzəyirdi. Yadındadır, o çox dadlı idi. Düzdür, sən hər gecə ulduzlara baxacaqsan. Mənim yaşadığım yerdə hər şey o qədər kiçikdir ki, ulduzumun harada olduğunu sənə göstərə bilməyəcəyəm. Belə daha yaxşıdır. Mənim ulduzum sənin üçün göydəki ulduzlardan biri olacaq. Sən səmadakı ulduzların hamısına baxmağı sevəcəksən. Onlar hamısı sənin dostların olacaq. Bir də sənə hədiyyə verəcəyəm. O yenidən güldü. Ah, balaca şahzadə, balaca şahzadə.
Mən bu gülüşü eşitməyi sevirəm. Bu mənim sənə hədiyyəmdir. Bu içdiyimiz su kimi olacaq. Nə demək istəyirsən? Hamının ulduzu var, amma ulduzlar hər kəsi üçün eyni mənanı ifadə etmir. Səyyahlar üçün ulduzlar bələdçidir. Digərləri üçün onlar sadəcə səmada kiçik işıqlardır. Alimlər üçün öyrənilməli göy cismidir. Tanıdığın bir iş adamı üçün onlar var-dövlət idi. Amma bütün ulduzlar səssizdir. Təkcə sənin üçün ulduzlar başqa bir məna ifadə edəcək. Nəyi nəzərdə tutursan? Bu ulduzların birində mən yaşayacağam. Bu ulduzların birində mən güləcəyəm. Gecələr səmaya baxanda sənə elə gələcək ki, bütün ulduzlar sənə gülümsəyir. Təkcə sənin gülümsəyən ulduzların olacaq. Bu sözləri deyib yenidən gülümsədi. Sən yavaş-yavaş sakitləşdikcə məni tanıdığın üçün çox xoşbəxt olacaqsan. Sən həmişə mənim dostum olacaqsan. Mənimlə gülmək istəyəcəksən və bəzən pəncərəni açacaqsan. Səmaya baxaraq gülümsəyəndə dostların çox təəccüblənəcəklər. Sən isə onlara deyəcəksən: "Bəli, ulduzlar məni həmişə güldürür. Hətta onlar sənin dəli olduğunu düşünəcəklər. Bax, səninlə belə pis oyun oynayacağam." Balaca şahzadə yenə güldü. Sanki sənə ulduzların əvəzinə qəhqəhə çəkə bilən bir yığın xırda zənglər vermişəm. Bunu deyib yenidən qəhqəhə çəkdi. Amma tezcə ciddiləşdi. Bilirsən, bu gecə gəlmə. Yox, səni tək qoymayacağam. Sənə elə gələcək ki, biraz ağrıyıram, sanki ölürəm. Buna baxmağa gəlmə, gəlməyin mənası yoxdur. Mən səni tək qoymayacağam. O belə sakit danışsa da çox narahat idi. Sənə gəlməməyi ilana görə deyirəm. Bu sənin üçün təhlükəlidir. İlanlar çox iyrənc məxluqlardır. Onlar sadəcə əyləncə üçün sanca bilərlər. Mən səni tək qoymayacağam. Ancaq qəfil ağlına gələn bir fikir onu sakitləşdirdi. Bir məsələ var. İlanın zəhəri yalnız bir dəfə sancmaq üçün kifayət edir. Həmin gecə onun necə getdiyini görmədim. Səssizcə çıxıb getmişdi. Mən ona çatanda sürətli və qəti addımlarla yeriyirdi. O dönüb mənə dedi: "Ah, sən gəlmisən." Mənim əlimdən tutdu, amma hələ də çox narahat idi. "Buraya gəlməməliydin, sən əzab çəkəcəksən. Sənə elə gələcək ki, mən ölmüşəm, amma bu doğru deyil." Mən heç nə demədim. "Bilirsən, ora çox uzaqdır. Mən bu bədəni özümlə daşıya bilmərəm. Çox ağırdır." Kəlmə kəsməyə halım olmadığından sustum. O, köhnə, tərk edilmiş bir qabıq kimi olacaq. Köhnə qabıqlara görə kədərlənməyə dəyməz. Mən sakitcə dayanmışdım. O biraz da ruhdan düşmüşdü, ancaq yenə də özünü toparladı. "Bilirsən, çox gözəl olacaq. Mən də ulduzlara baxacağam. Mənim üçün bütün ulduzlar paslı çarxı olan su quyuları kimi olacaq. Bütün ulduzlar mənə içməyə təmiz su verəcək." Mən hələ də susurdum. "Bu çox əyləncəli olacaq. Sənin 500 milyon kiçik zəngin, mənim isə 500 milyon saf sulu bulağım olacaq." O sustu, çünki ağlayırdı. "Buradır, icazə ver tək gedim" deyib qumun üzərinə oturdu. Çünki çox qorxurdu. Sonra dönüb dedi: "Bilirsən, mənim çiçəyim təkdir." Ona mən cavab deyəm. O çox zəifdir, çox məsumdur. Onun yalnız 4 tikanı var. Bu isə onu dünyada qorumaq üçün kifayət deyil. Qumun üstünə çöküb onun yanında oturdum. Daha ayaq üstə durmağa taqətim yox idi. Bu qədər. Bu da son. O bir anlıq tərəddüd etdi. Sonra yenidən ayağa qalxdı. Bir addım atdı. Mən tərpənə bilmədim. Onun topuğunda sarı bir parıltı göründü. O bir neçə saniyə hərəkətsiz və səssiz dayanıb qaldı. Sonra ağac kimi yavaş-yavaş yıxıldı. Hər tərəf qum olduğu üçün heç bir səs çıxmadı. 27-ci. Artıq həmin gündən 6 il keçib. Mən bu hekayəni hələ heç kəsə danışmamışam. Yoldaşlarım mənim sağ-salamat qayıtdığımı görüb çox sevindilər. Başıma gələnlərdən, gördüklərimdən sarsılsam da sustum. Yalnız yorğun olduğumu dedim. İndi biraz sakitləşmişəm, amma hələ tam yox. Əminəm ki, balaca şahzadə öz planetinə qayıdıb. Çünki hava işıqlananda mən onun bədənini tapmadım. Deməli, onun bədəni o qədər də ağır deyilmiş. Gecələri ulduzları dinləməyi çox sevirəm. Onlar 500 milyon zəng kimidir. Ancaq məni narahat edən bir şey var. Balaca şahzadənin qoyunu üçün ağızlıq çəkəndə ona dəri qayış əlavə etməyi unutmuşdum. O heç vaxt qoynuna ağızlığı bağlaya bilməyəcək. Ona görə də indi düşünürəm. Görəsən onun planetində nə baş verir? Bəlkə qoyun çiçəyi çoxdan yeyib. Həmin an öz-özümə deyirəm. Şübhəsiz, yox. Balaca şahzadə hər gecə çiçəyini şüşə kürə ilə örtür. Öz qoynuna nəzarət edir. Sonra sakitləşirəm. Çünki ulduzların gülüşündəki şirinliyi duyuram. Hərdən öz-özümə deyirəm.
Bəzən insanın fikri yayınır. Birdən bir axşam o şüşə kürəni çiçəyin üzərinə qoymağı unutsa, yaxud qoyun gecə səssizcə qutusundan çıxarsa, həmin an balaca zənglər göz yaşlarına çevrilir. Bu çox müəmmalıdır. Mənim kimi balaca şahzadəni sevənlər buna biganə qala bilməz. Bilmədiyimiz bir yerdə mövcud olub olmadığını bilmədiyimiz bir qoyunun bir qızıl gülü yeməsi bizim üçün önəmli bir şeydir. İndi göyə baxın və öz-özünüzdən soruşun. Qoyun çiçəyi yeyib ya yox? Onda hər şeyin necə dəyişdiyini görəcəksiniz. Heç bir yaşlı insan bunun bu qədər vacib olduğunu heç vaxt başa düşməyəcək. Bura mənim üçün dünyanın ən gözəl və eyni zamanda ən kədərli yeridir. Bu, əvvəlki səhifədəki mənzərə ilə eynidir, amma sizin yadınızda qalsın deyə onun rəsmini yenidən çəkdim. Bura balaca şahzadənin yer üzündə peyda olduğu və qeyb olduğu yerdir. Bu rəsmə diqqətlə baxın. Əgər nə vaxtsa Afrika səhrasına səyahət etsəniz, bu yeri asanlıqla tanıyacaqsınız. Əgər təsadüfən oradan keçsəniz, xahiş edirəm tələsməyin. Həmin ulduzun altında biraz gözləyin. Əgər həmin an qarşınızda qızılı saçlı, qəhqəhə ilə gülən, suallarınızı cavabsız qoyan balaca bir insan peyda olsa, bilin ki, o balaca şahzadədir. Xahiş edirəm həmin an mənə məktub göndərin. Məni nigaran qoymayın.